Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə üçbucağın sahəsinə aid məsələlərin həllinə baxırıq. Birinci məsələdən başlayaq. Düzbucaqlı üçbucağın xaricdən çəkilmiş çevrənin radiusu 5 cm, hipotenusa çəkilmiş hündürlüyü isə 3 cm-dir. Bu üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucağın xaricdən çevrə çəkilmişdir və bilirik ki, əgər düzbucaqlı üçbucağın xaricdən çevrə çəkilirsə, onda onun mərkəzi hipotenuzun orta nöqtəsi olur. Yəni, AO bərabərdir. O da bərabərdir R. Çevrənin radiusu. Deməli, AB bərabərdir 2R. R də bizə verir 5 cm. Deməli, AB bərabər olur 10 cm. Bizdən ACB düzbucağın üçbucağın sahəsini soruşur və hipotenusa çəkilmiş hündürlüyü də verib. C dəfəsindən hipotenusa hündürlüyü çəkilir. Bu hündürlüyün uzunluğunda 3 cm verib. Üçbucağın sahə düzluğu 2'də 1 tərəf və bu tərəfə çəkilmiş hündürlüyün hasili. Baxın, tərəf olaraq AB məlumdur, 10 cm. Bu tərəfə çəkilmiş hündürlük məlumdur, 3 cm. Deməli, biz üçbucağın sahəsini hesablaya bilərik. S bərabərdir 2'də 1 vurulsun 10 vurulsun 3 bərabərdir 15 kvadrat santimetr. İkinci məsələyə baxaq. Sahəsi 216 kvadrat santimetr olan düzbucaqlı üçbucağın daxilini çevrə çəkilmişdir. Toxuma nöqtəsində hipotenuz 2 nisbətində bölünür və onun uzunluğunu tapın. Deməli, düzbucaqlı üçbucağın bu dəfə daxilinə çevrə çəkilmişdir. Həmin çevrə hipotenuza toxunur. Toxuma nöqtəsində hipotenuzu 2-3 nisbətində bölür. 2x 3x qeyd edək və hipotenuzun uzunluğunu soruşur. AB'nin uzunluğunu soruşur bizdən. Diqqətlə fikir verək, 3x 2x deməli hipotenuz 5 nisbətindədir. Yəni, AB bərabərdir 5x. Və biz də Pifaqor üçlüylərini bilirik. Ən sadə Pifaqor üçlüyü 3, 4, 5 nisbətində olan üçbucaqdır. Yəni, hipotenuz 5 nisbətindədirsə, katetlər 3 və 4 nisbətindədir. Yəni, BC kateti 3x, AC kateti 4x olar. Və düzbucaqlı üçbucağın sahə düsturu. Düzbucaqlı üçbucağın sahə düsturu 2'də 1 vurulsun katetləri hasili. Katetləri AB ilə işarət etsək, S bərabərdir 2'də 1 AB. Gətirib yerinə yazaq, sahəni bizə verir. S bərabərdir 216 kvadrat santimetr. Deməli, 216 bərabərdir 2'də 1 vurulsun katetlər 4x, 3x. Deməli, 6x kvadrat bərabər olur 216. Buradan x kvadratı tapırıq. X kvadrat bərabər olur 36 və x də bərabər olur 6'ya. Və bizdən hipotenuzun uzunluğunu soruşurdu. Hipotenuz AB 5x idi. Deməli, 5 vurulsun 6. Hipotenuzun uzunluğu olur 30. Buradan biz hazır düsturu da verək. Əgər düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə və həmin çevrə hipotenuzu M nisbətində bölürsə, bu düzbucaqlı üçbucağın sahəsi S bərabər olur M vurulsun M. Diqqətlə baxın, biz də tətbiq etdik, elə həmin düsturu aldıq. Baxın, 6x kvadrat bərabər 216 aldıq. 3x, 2x, M'dən M, 3x, 2x idi, bir-birinə vuranda 6x kvadrat olur. 6x kvadrat bərabər 216 almışdıq. 216 da sahib. Deməli, buradan x-i tapmışdıq. Hazır düsturu da yadda saxlasanız daha yaxşı. Əgər yadda saxlaya bilməsəniz, onda düzbucaqlı üçbucağın sahə düsturundan istifadə edə bilərsiniz. Üçüncü məsələ. M nöqtəsi ABC üçbucağının BC tərəfindən orta nöqtəsidir. Baxaq, M nöqtəsi BC-nin orta nöqtəsidir. Yəni, CM, MB-yə bərabər. CM parçası BM parçasına bərabərdir. AMB üçbucağın sahəsinin ABC üçbucağının sahəsinə nisbətini tapın. ABC üçbucağı böyük üçbucaqdır. AB M üçbucaqdır, boş dirəklərmiş üçbucaqdır. Diqqətlə nəyə fikir veririk? Əgər CM BM-ə bərabərdirsə, onda belə çıxır ki, AM mediandır. AM median. Və bizim qaydamız var. Median üçbucağın sahəsini bərabər bölür. Biri əgər S-dirsə sahə, digəri də S-dir. Onda böyük üçbucağın sahəsi 2S olur. ABM üçbucağın sahəsi isə S olur. Bizdən də ABM üçbucağın sahəsinin böyük üçbucağın sahəsini, yəni ABC-yə nisbətini soruşurdu. Bu da olacaq S bölünsün 2S. Yəni 2'də 1.
Deməli, biz burada hansı qaydadan istifadə etdik? Median verilmiş üçbucağın sahəsini iki bərabər sahəyə bölür. Dördüncü məsələ. ABC üçbucağında 7 orta xəttdir. 7 orta xəttdir. Deməli, B'ye A'ya bərabərdir, B'de C'ye bərabərdir. Üçbucaq ABC'nin sahəsini verir və üçbucağın ABC sahəsini verir 20 kvadrat santimetr. A7 üçbucağının sahəsini soruşur. Bax, bu A7 üçbucağının bizdən sahəsini soruşur. Deməli, burada nədən istifadə edirik? Orta xətti, bax, 7 orta xəttdir. Əvvəlcə ABC bir üçbucaqda orta xəttin yaratdığı üçbucaqların sahələri haqqındakı qaydaya nəzər yetirək. Deməli, əgər üçbucağın orta xəttidirsə, onda bilin ki, orta xəttin qaydası var. Orta xətt paralel olduğu bir tərəfdən 2 demək kiçikdir. Orta xətti qıstırsa, onda oturacaq 2'yi qıstır. Və bu zaman tədədə alınan bax, bu kiçik üçbucaq və üçbucağa oxşar olur. Və oxşar üçbucaqların uyğun tərəflərinin nisbəti deməli, K-ya oxşarlıq əmsalına bərabərdir. Sahələrin nisbəti isə həmin oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni, S1 bölünsün S2 K kvadratına bərabərdir oxşarlıq əmsalının kvadratına. Bu da bərabərdir X bölünsün 2X'ın kvadratına. Yəni, 4'də 1. Belə çıxır ki, həmin bax, bu kiçik üçbucağın sahəsi böyük üçbucağın sahəsinin 4'də 1 hissəsidir. Deməli, kiçik üçbucağa S düşürsə, onda yerdə qalan hissəyə 3S düşür. Çünki ikisi bir yerdə 4S'dir. İndi gəl baxaq bura. Deməli, B7'nin sahəsi əgər S'dirsə, onda A7 trapeziyasının sahəsinə 3S düşür. 3S. Digər tərəfdən nəyə baxırıq? Baxın, bax, bu ABD üçbucağına. ABD üçbucağına. ABD üçbucağında B'yi parçası A'ya parçasına bərabərdir. Deməli, onda bax, bu D'yi median olur burada. Biz də bayaqki tapşırıqda da dedik ki, median verilmiş üçbucağın sahəsini iki bərabər hissəyə bölür. Yəni, əgər B7'nin sahəsi S'dirsə, onda A7'nin də sahəsi S'dir. Axı, biz demişdik, trapeziyanın sahəsi burada 3S olur. S'i əgər A7'ye yazdıqsa, onda burada 2S qalır. Baxın, sualımızda bizdən nə soruşurdu? Bizdən A7 üçbucağının sahəsini tapın soruşurdu. A7 üçbucağının sahəsi S'ə bərabər olur. Deməli, S ABC'mizə verilmişdir 20. 4S deməli 20'ye bərabərdir. 4S 20'ye bərabərdir. S də 5'e bərabərdir. Yəni, S üçbucaq A7 bərabərdir 5. 5-ci məsələ. Oxşar məsələdir. 7 orta xəttdir. A7 3'dür. Baxın, bu A7 üçbucağının sahəsini bizə 3 verib. ABC üçbucağının sahəsini soruşur. Bayaq necə qeyd etdik? Deməli, bu iki üçbucağın sahəsi bir-birinə bərabər oldu. Çünki orta xətt idi. D median idi. Median bərabər bölünür sahəni. Deməli, hər ikisi 3'dür. Ümumilikdə ABC 4 hissə idi. 2 hissə bura düşür. 2 hissə də ACD üçbucağına düşür. Deməli, ACD üçbucağının da sahəsi olur 6. Bizdən hansını soruşur? Bizdən ABC üçbucağının sahəsini soruşur. ABC üçbucağının sahəsi B7 üçbucağın sahəsindən elə bil ki, 4 dəfə böyükdür də. Deməli, S ABC bərabər olur 4 vurulsun 3. Bərabər yanlı üçbucaq hipotenuzu 3 dəfə artırsa sahəsi necə dəyişir? Bərabər yanlı düzbucaqlı üçbucaqdan katetlər bir-birinə bərabərdir. Hipotenuz ilə işarə etsək və düzbucaq təpəsindən hipotenuza hündürlük çəksək, biz də bilirik ki, bərabər yanlı üçbucaqda hündürlük həm də mediandır. Deməli, hipotenuz yarı bölünür və düzbucaq təpəsindən hipotenuza çəkilən medianın xassəsini bilirik. Yəni, belə bir xassəsi var. Hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Deməli, bax, bu median C bölünsün 2'ye bərabərdir. Digər tərəfdən sahə düz durur. Dedik ki, 2'də 1 tərəf və bu tərəfə çəkilmiş hündürlük hasili. Tərəf C'dir. Bu tərəfə çəkilən hündürlük isə C bölünsün 2'dir.
Buradan belə bir soru yaranır. S kvadrat bölünsün 4. Deməli, bərabər yanlı düzbucaqlı üçbucağın sahəsi üçün belə bir soru yaranır. Hipotenuzun kvadratı bölünsün 4. İndi bizdən nə soruşurdu? Hipotenuzu 3 dəfə artırarıqsa sahə necə dəyişir? Hipotenuz V idi. İndi bu dəfə 3 dəfə artırsa, onda 3S kvadrat bölünsün 4 olacaq. Bu da bizə verəcək 9S kvadrat bölünsün 4. Əvvəl S kvadrat bölünsün 4 idi. İndi oldu 9S kvadrat bölünsün 4. Deməli 9 dəfə artar. Keçək 7-ci məsələyə. Bərabər yanlı üçbucağın oturacağı 4 santimetrdir. Sahəsi 8,6 kvadrat santimetrdir. Üçbucağın yan tərəfini tapın. Bizdən A-nı soruşur. Üçbucağın təpəsindən oturacağı hündürlüyü çəkək. Bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlük həm də mediandır. Oturacaq əgər 4 cm isə, onda 2 cm, 2 cm parçalara bölünür. Və hündürlük H ilə işarə edək. Biz üçbucağın sahə düsturunu dedik. S bərabərdir 2-1 AH. Tərəf və bu tərəfə çəkilmiş hündürlük hasildir. Tərəf məlum idi 4. Sahəni də bizə verir. Biz buradan hündürlüyü tapa bilərik. Deməli 8,6 bərabərdir. 2-1 vurulsun 4 vurulsun H. Burada 2 ilə 4 ixtisar getsə H bərabər olacaq 8,6 bölü 2, yəni 4,6. H-ı tapdıq 4,6. Bizdən nə soruşur? Yan tərəfi tapın. Deməli biz düzbucaqlı üçbucaqlardan birinə Pifagor teoremi tətbiq edərək yan tərəfi tapa bilərik. A-nın kvadratı bərabərdir. H-ın kvadratı üstəgəl 2-nin kvadratı. Yəni 4,6-nın kvadratı üstəgəl 2-nin kvadratı. A kvadrat bərabər olur 16 bura 6, 96 üstəgəl 4. Deməli A kvadrat bərabərdir 100. Buradan da A-nı tapırıq 10. Bizdən də elə yan tərəfi soruşulur. Cavabımız olur 10 cm. 8-ci məsələyə baxaq. Sahəsi 4,15 kvadrat santimetr olan bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü 2-dir. Üçbucağın yan tərəfinə tapılır. Yenə də oxşar sualdır. Təpədən oturacağı hündürlüyü çəkirik. Deməli, oturacağına çəkilmiş hündürlüyü bu dəfə 2 verilir. Oturacağına çəkilən hündürlüyü həm də mediandır. Burada bərabər bölünür. Tərəfə bölünən parçaları x qəbul edək. Və bizə sahəni verir. Yenə sahə düsturunu yazaq. S bərabərdir 2-1. 2x vurulsun H hündürlük 2. Burada bu 2'lər getsə sahəni də bizə verir də 4,15 gətirək yazaq yerinə. X-i tapaq. Deməli 4,15 bərabərdir. X vurulsun 2. 2x. Buradan x-i tapırıq. X bərabər olur 2,15. Və yenə də Pifagor teoremi tətbiq edirik. Yan tərəfi soruşur bizdən. Yan tərəfi A ilə işarə etsək. A-nın kvadratı bərabərdir. 2,15'in kvadratı üstəgəl 2'nin kvadratı. Bax bu düzbucaqlı üçbucaqdan. Deməli, bu da bizə verir. A kvadrat 64, A 8. Bizdən də elə A-nı soruşuruz. Cavabımız olur 8 cm. 9-cu suala baxarıq. Üçbucaq ABC'də AB 10 cm, AC 12, BAC bucağı 30 dərəcədir. Bu üçbucağın sahəsini tapın. Deməli, AB-ni A ilə işarə etsək, AC-ni B ilə işarə etsək, bizim iki tərəf və onların arasındakı bucaqla əlaqəli sahə düsturumuz var. S bərabərdir 2-1. A vurulsun B, vurulsun onların arasındakı bucağın sinusu. AB'ni vermişdir 10. AC'ni 12. Bucağı da verib, alfanı da verib 30 dərəcə. Getirib sahə düsturunu da yerinə yazırıq. 2-1. 10 vurulsun 12, vurulsun sinus 30 dərəcə. Sinus 30 dərəcənin də qiyməti veririk ki 2-1'ə bərabərdir. Bu 2 ilə ixtisar getsə 5 olsun. Deməli 5 vurulsun 12, 60. Sinus 30 dərəcədə 2-1. Deməli S bərabər olur 30 kvadrat santimetr. Deməli sahə düsturu oldu 2 tərəf və onlar arasında qalan bucağın sahəsinin yarısı. 10-cu məsələ. Deməli AB tərəfi 20'dir, AC tərəfi 6'dır.
BLC'nin 30 derece verip uç buzağın sahnesine tapın. Oxşar məsələdir. S bərabərdir 2'də 1. AB vurulsun sinus alfa. İki telefonun arası yapacağım sinus alfasının yarısı. Deməli 2'də 1 vurulsun 20 vurulsun 6 vurulsun sinus 30 derece. 2'də 1 vurulsun 20 10 10 vurulsun 6 sinüs 30'da 2'də 1 bu da bize verir 30 kvadrat santimetre. 11. sual sahəsi 216 kvadrat santimetre. Katetlər nisbəti 3-4 olan düzbucağı çuzağı hipotenusunu tapın. Katetlər nisbəti 3-4 nisbətində 3'ü qız 4'ü qız. Sahə düsturu demiştik ki S beraberdir 2'də 1 AB. Katetler hasilinin yarısı. Sahə bize verir 216. Beraberdir 2'də 1 vurulsun 3'ü qız vurulsun 4'ü qız. Deməli 6x kvadrat beraberdir 216 x kvadrat 36 ve buradan da x'i tapırıq. X beraberdir 6. Deməli hipotenuz olur. Adlandıraq AC1. Katetler AC beraberdir 3x 18. BC beraberdir 4x 24. Bizden hipotenuzu soruşur. Hipotenuzu da Pifagor teoreminden tapırıq. AB'nin kvadratı beraberdir AC'nin kvadratı veya BC'nin kvadratı. Veyahut 3x 4x'tırsa hipotenuzda 5 nisbətindedir. X'ı tapmışıq 6 birbaşa 5'i bulur 6'ya canımız olur 30. Belə də hesablayaq. AB'nin kvadratı beraberdir 18'in kvadratı 324. Veya 24'ün kvadratı 576. Bu da bize verir 900. AB beraber olur 30. 12. məsələyə baxırıq. AD və BC parçalar düzbucağının diagonallarının o kesişmə nöqtəsində kesişərsə, işlədilmiş hissənin sahəsinin düzbucağının sahəsinə nisbətini tapın. AD və BC parçaları düzbucağının diagonallarının o kesişmə nöqtəsində kesişir. Belə bir qaydamız var. Düzbucağının diagonalları bir-birinə bərabərdir və kesişmə nöqtəsində bərabər üçbucaqlar yaranır. Yəni 4 bərabər üçbucağa ayrılır. Sahələr eynidir burada. İndi diqqətlə fikir verək. Şərixlənmiş hissəyə baxın. Bax bu balaca parça ki var burada AOB üçbucağı. Həmin AOB üçbucağının sahəsi ilə COD üçbucağının sahəsi bir-birinə bərabərdir. AOB üçbucağını gətirib oraya yerləşdirsək, COD-nin daxilinə yerləşdirsək, onda baxın şəkil belə bir formada olacaq. Üçbucağının diagonalları baxın AOB-ni gətirib COD-nin içinə qoyduqda şərixlənmiş hissə belə olacaq. Bax 4 dənə S var. Yəni bu üçbucaqların 4'ünün də sahəsi bir-birinə bərabərdir. Elə bil ki bir dənə üçbucağın sahəsi yuxarıda boş qalacaq. Yəni S, 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 3 dənə S olacaq şərixlənmiş hissə. Həmin şərixlənmiş hissənin bütün düzbucağının sahəsinə nisbətini soruşur. Yəni 3S'in 4S'ə nisbətini soruşur bizdən. Bu da 4'də 3'ə bərabərdir. 13. məsələ. Oxşar məsələdir. 2-1 COD üçbucağının sahəsi AOB üçbucağının sahəsinə bərabərdir. Burada həmin bu üçbucağı gətirib bax bu AOB-in içərisinə yerləşdirsək, daxilinə yerləşdirsək, onda baxın bir dənə üçbucaq burada şərixlənəcək. Yəni bax bu hissə. Bir dənə şərixlənmiş hissə bu olacaq. Və şərixlənmiş hissənin düzbucağının sahəsinə nisbətini soruşur. Yəni S'in 4S nisbəti. Bu da bizə 4'də 1 verir. Bir bucaq 30 dərəcə düz bucaq təpəsindən çəkilmiş hündürlüyü 3 cm olan düzbucağı üçbucağın sahəsini tapın. Gəlin fikir verək, düzbucaq üçbucaqdan söhbət gedir. Düzbucağı üçbucaq çəkər. Düzbucaq üçbucaqdan bir bucaq 30 dərəcədir. Və düzbucaq təpəsindən çəkilmiş hündürlüyü 3 cm-dir. Düzbucaq təpəsindən hündürlüyü çəkilərsə, bu da hipotenuza çəkilir. Bax, bunun uzunluğunu bizə verir 3 cm. Düzbucaqdırsa qonşusu da bax burada düzbucaqdır. Böyük düzbucaq üçbucaqda əgər 30 dərəcədirsə digəri bucaq 60 dərəcədir. Fikir verək baxın bu düzbucaqlı üçbucağa. Deməli burada 30 dərəcə uzaqlaşdırıcı qayda hipotenuzun yarısıdır deməli.
böyük düzbucaq, üçbucaq katetlərdən birini tapdıq, 6. Bizdən düzbucaq, üçbucaq sahəsini soruşur. Digər kateti tapmağa çalışaq. Yenə böyük düzbucaqlı, üçbucağa baxaq, adlandıraq bunu ASB. ASB düzbucaqlı, üçbucağın sahəsini tapmaq üçün bizə PSI katetini tapmaq lazımdır. 60 dərəcəli bucağın qarşısındakı katet 6 məlumdur. Bizə 30 dərəcəli bucağın qarşısındakı katet lazımdır. Biz 30, 60, 90 dərəcəli bucaqlar olan üçbucağın tərəfləri üçün qaydaları bilirik. Əgər 30 dərəcə 60 dərəcədirsə, baxın burada 60 dərəcənin qarşısındakı biri çox zaman uşaqlar burada biraz çaşırlar. 60 dərəcənin qarşısındakı tutaq ki A-dır. Bu zaman 30 dərəcəli bucağın qarşısındakı katet olacaq A bölünsün kökdə 3. Əgər 30 dərəcəli bucağın qarşısındakı katet A-dırsa, 60 dərəcənin qarşısındakı olacaq A kökdə 3. Şimdi burada 60'ın karşısındaki 6'dır. 30 derece bucağın karşısındaki katet olacak 6 bölünsün kökdə 3. Düzbucaq üçbucağın sayısını soruşur. Düzbucaq üçbucağın sayısı bilirik ki 2'də 1 AB katetlər hasilinin yarısına bərabərdir. Deməli 2'də 1 vurulsun. Katetləri 6 bölünsün kökdə 3 vurulsun 6. Deməli burada bizə 18 bölünsün kökdə 3 verir. 18 bölünsün kökdə 3 də irrasionallıqdan azad etsək bərabər olacaq 6 kökdə 3. A variantı. 15. sual oxşar sualdır. Düzbucaqlı üçbucaqlı, iti bucaqları 30, 60, 90. Bir bucağı 60 dərəcədir. Tutaq ki, bu 60 dərəcədir. Digəri əlbəttə bilirik ki 30 dərəcə olur. Düzbucaq təbəssündən hündürlük çəkilib. Bu əlbəttə ki hipotenuzda çəkilən hündürlükdür. Deməli, bu hündürlüyümüz onlarla bizə verir 9. Baxın, bax, bu düzbucaqlı, üçbucaqda 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, ASB düzbucaqlı üçbucağında BC artıq məlum oldu. 18'e bərabərdir. Qalır AC katetini tapmaq. AC kateti də 30 dərəcəli bucağın qarşısındakı katetdir. 60 dərəcəli bucağın qarşısındakı katet 18'dirsə, 30 dərəcəli bucağın qarşısındakı katet 18 bölünsün kökdə 3'dür. Sahəni hesablayırıq. S bərabərdir 2'də 1 AB katetləri hasilinin yarısı. Yəni 2'də 1 18 bölünsün kökdə 3 vurulsun 18. 18 bölünsün kökdə 3 6 kökdə 3'dür. 6 kökdə 3'də 2 ixtisar gedəndə 3 kökdə 3. 3 kökdə 3'ü də vururuq 18'e. Bu da bizə verir 54 kökdə 3 diye variant. 16. sual ABC üçbucağında BM və CM medianlardır. ABC üçbucağın sahəsini verir 150 kvadrat santimetr. İştirilənmiş hissənin sahəsini tapın. Qaydaya fikir verək. Üçbucağın bilir ki, daxilində 3 median bir nöqtədə kəsilir və kəsişmə nöqtəsində üçbucaqlar yaranır. 6 üçbucaq yaranır. Bu üçbucaqların hamısının sahəsi bir-birinə bərabərdir. Burada 2 median verib BM və CM. Gəlin 3-cü medianı da biz çəkək. Burada asanlıqla başa düşmək olur. 3-cü medianı da biz çəksək 6 bərabər hissəyə bölünəcək. Baxın, bu hissələrin hamısı S-dir. Yəni, bax, bu hissədə sahə S-dir, bu hissədə də sahə S-dir. Baxın, bunlar hamısı S-dir. Hamısı S-dir. 6 S-dir. Bizdən iştirilənmiş hissənin sahəsini soruşur. İştirilənmiş hissədə 4 S var. Deməli, bu üçbucağın özünün sahəsi, ABC üçbucağın özünün sahəsi 150'dir. Və özünün sahəsində 6 dənə S var. 6 S bərabərdir 150. Burada da S tapırıq. 150 bölünsün 6, 25. Və iştirilənmiş hissədə 4 dənə S var. 4 S bərabərdir. 4 vurulsun 25. Cevabımız 100. D variantı. 17. sual. Bərabər yanlış bucağın oturacağı 12 cm, yan tərəfi isə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyükdür. Üçbucağın sahəsini tapın. Üçbucaq bərabər yanlıdır. Oturacağı 12 cm-dir. Və yan tərəfə oturacağı çəkilmiş hündürlükdən 2 cm böyükdür. Oturacağı çəkilmiş hündürlüyü x qəbul etsək, uzunluğunu yan tərəf olacaq x-dan 2 cm böyük. X üstəgəl 2. Və üçbucağın sahəsini soruşur. Üçbucağın sahəsini tapmaq üçün əlbəttə ki, biz x-i bilməliyik. Baxın, burada alınan bu düzbucaqlı üçbucağa Pifagor teoremini tətbiq edək. Hipotenuzun kvadratı, yəni x üstəgəl 2-nin kvadratı bərabərdir. Katetlərin kvadratlarının cəmi. Oturacaq 12'dirsə bilir ki, bərabər yanlı üçbucaqda oturacaq çəkilmiş hündürlük həm də mediandır. Median olduğu üçün 12 2 bərabər hissəyə bölünür. 6 6. Deməli, x kvadrat üstəgəl 6'nın kvadratı, hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. 2 ifadənin cəminin kvadratını tətbiq edirik. X kvadrat üstəgəl 4x üstəgəl 4
Çıxılsın x kvadrat, çıxılsın 36 beraberdir 0. X kvadratlar burada ixtisar gelir. 4x beraberdir 32, x beraber olur 8'e. Bizden üçbucağın sayısını soruşturdu. Demek ki 8 tapdıq. Üçbucağın sayısı s beraberdir 2'ye 1. 12 olsun 8. Bu da beraber olur 48'e. 18 üçbucağda hipotenusa indirilmiş hipotenus uzunluklar 4 ve 9 olan iki parçaya ayrı üçbucağın sayısını tapın. Demek üçbucağda hipotenusa hündürlüğü çekilir. Hipotenusa hündürlüğü çekilir. Böyle bir oxşarlıktan alınan neticeler qaydamız var idi. H, o demek proyeksiyalar MN'le işaret edilen de H kvadrat beraberdir MN. Bak böyle bir düsturumuz var. Bu düsturla elde edeceğiz. Bakın da güzel hipotenusa indirilmiş hündürlüğü. Hipotenus uzunluğlar 4 ve 9 olan iki parçaya ayrılır. Deməli M tutaq ki 4'tür, M de 9 santimetrdir. Ve bizden üçbucağın sayısını soruşur. Biz burada H tapabiliriz. H'ın kvadratı beraberdir 4 vurulsun 9. H'ın kvadratı beraberdir 36. H beraberdir 6. Ve oturacaq M ile N'in cəmidir. 4 üstə gəl 9, 13. Yani oturacaq 12 beraberdir. Hündürlüğü de biz tapdıq 6. Getirib istifadə edirik. S beraberdir 2'ye 1. 13 vurulsun 6 da bize verir 39. 19. sual ABC üçbucağında BM'in MC'ye nisbəti 3'ün 4'e nisbətidir. BM 3K, MC 4K. ABC üçbucağın özünün sayısını verip bize 84. Bizden AB'nin üçbucağının sayısını soruşur. Üçbucağın sayısının bakın 3K, 4K'dan əlaqəli bir qaydası var. Ben onu indi bak burada göstereceğim size. Deməli, A, B, M, C. Üçbucağın artı resimlerin hündürlüğünü çekerek bakın bu hündürlük hem ABM üçbucağına aittir hem de IMC körbucaklı üçbucağına aittir. IMC körbucaklı üçbucağın xaricine çekilmiş hündürlüğüdür. Buna göre de bu üçbucaqların, yani ABM üçbucağı ile IMC üçbucağı sahələri nisbəti oturacaqların nisbətinə beraber olur. Gelin göstereyim. Bakın S üçbucaq ABM beraberdir 2'de 1 BM vurulsun H. S üçbucaq IMC. S üçbucaq IMC beraberdir 2'de 1 oturacağı MC. H'da xarici olmasını çekilen hündürlüğü çünkü üçbucaq körbucaqlıdır. H. Bunlar tərəf-tərəfə bölsək. S ABM'in S IMC'ye nisbəti, yəni sahələrin nisbəti beraber olur. Baxın 2'de 1'ler gedir, H'lar da gedir, qalır BM'in MC'ye nisbəti. Yəni üçbucaq, baxın ABM'in sahəsi IMC'nin sahəsinə nisbəti. BM ilə MC'nin nisbətinə beraberdir. Yəni burada 3K sahə 3K IMC üçbucağında ise sahə 4K olur. Çünkü sahələr uygun tərəflərin nisbətinə beraberdir. BM'in MC'ye nisbətinə beraberdir. Ve bize ABC üçbucağının sahəsini verib 84. Deməli 3K üstə gəl 4K beraber olacak 84'e. Buradan 7K beraberdir 84. K beraber olacak 12'ye. Bizden sonra ABM'in sayısı. ABM de 3K idi. SABM 3K'dır. Bu da beraber olur 36'ya. Keçək 20. məsələyə. Deməli, dairə daxilinin çəkilmiş beraber tərəfli üçbucağın sahəsi 9 köklənç kvadrat santimetre beraberdir. Həmin dairənin daxilinin çəkilmiş kvadratın sahəsini tapın. Beraber tərəfli üçbucağın sahəsindən söhbət gedir. Düsturu yazaq. Sahə düsturu A kvadrat köklənç bölünsün 4. Ve bize sahəsini verir. Buradan biz A'nı tapa bilərik. Yəni, beraber tərəfli üçbucağın tərəfini tapa bilərik. Beraberdir 9 köklənç. Her tarafı köklənç öbürmək olar.
A kvadrat beraber olur 4 burasının 9, 36. Buradan A'nı tapırıq. A beraber de 6. Deməli, beraber tərəfli tutal tərəfini bildik. İndi bu dairenin daxilinə kvadrat çəkiləcək. Həmin kvadratın bizdən sahəsini soruşur. Deməli, biz bu dairenin radiusunu bilməliyik. Beraber tərəfli üçbucağının xarici çəkilmiş dairenin çevrimi radiusu düsturu var. A kökdə 3 bölünsün 3. Bax, bu düsturun köməyi ilə A'nı da bilirik. Getirib yerinə yazırıq, radiusu tapırıq. Radiusu olur 2 kökdə 3. Və sonra dairenin daxilinə deməli kvadrat çəkilib. Dairenin daxilinə əgər kvadrat çəkilibsə, bu kvadratın diagonalı həmin dairenin diametridir. Radiusu 2 kökdə 3'dür. Radiusu 2 kökdə 3 tapdıq. 2 kökdə 3, 2 kökdə 3. Deməli, diametr oldu 2, yəni 4 kökdə 3. Həmin diametr kvadratın diagonalıdır. Və bizdən kvadratın sahəsini soruşur. Kvadratın diagonalından olan sahə düsturu var. Deməli, S kvadrat bərabərdir. Diagonalın kvadratı bölünsün 2. Diagonalda 4 kökdə 3 tanımışıq. 4 kökdə 3'ün kvadratı bölünsün 2. Bu da bize verir. Kvadrata yükseltsək 16 bölünsün 3 bölünsün 2. Cevabımız olur 24. Birinci məsələyə baxırıq. AB 4'tür. AD 6'dır. AC tərəfi ortaqdır. Və bucaqlar verib burada. BAC bucağı bərabərdir DAC bucağına. Baxın, alfa alfa. Bizə deyir ki, ADC üçbucağının sahəsinin ABC üçbucağının sahəsinin nispətini tapın. İki tərəf onların arasındakı bucaq. AC tərəfində x qəbul etsək, deməli, bir sanslı üsuldan istifadə edəcək. S bərabərdir 2'də 1 AB burasının sinüs alfa. Sinüs alfa ABB tərəflərinin arasındakı bucaqdır. İndi surətdə baxın ADC üçbucağı üçün 2 tərəf x və 6. 2'də 1 vurulsun, x vurulsun 6. Vurulsun aralarındakı bucaq sinüs alfa. Bölünsün 2'də 1. İndi ABC üçbucağı üçün x vurulsun 4. Vurulsun sinüs alfa. Bakın sinüs alfalar gelir. 2'də 1'ler x'lar gelir. Qalır 6 bölünsün 4. 6 bölünsün 4. Bu da bize verir 1,5. 22. məsələyə baxaq. Deməli, ABC üçbucağında ACB 135 dərəcədir. ACB bucağı. Bakın bu bucaq. 135 dərəcədir. Onda onun qonşusu 45 dərəcədir. BD-də hündürlük. Hündürlüyü də verib 2. AC'ni də bizə verib 6. ABD üçbucağının sahəsini soruşur. ABD düzbucaqlı üçbucağının sahəsini soruşur. Deməli, burada 45 dərəcəli bucaq var. 135'in qonşusu 45. Düzbucaqlı üçbucaqlı digər iki bucağı da olur 45. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaqdır. BD 2'dirsə CD də 2'dir. Onda AD qaydeti oldu. 6 üstə gəlir 2, 8. BD oldu 2. Bizdən sahə soruşur. S üçbucaq ABD bərabərdir 2'də 1. Katetler hasili 8 olsun 2. Bu da bize verir 8. Yirmi mesela düzbucaqlı ABC üçbucağında B düzbucaq tepesinden BK medyanı çekilmiştir. Bak, bu BK medyandır. Deməli AKK C'ye bərabərdir. C bucağı 30 dərəcədir. AB 4'tür. BSK üçbucağının sahəsini tapın. BSK'nın sahəsi. Deməli, F2 30 dərəcəli bucaq gördüksə, əgər 30 dərəcəli bucaq qarşıca qayda hipotenuzun yarısıdır. Deməli, AC hipotenuzu 8'dir. Və median olduğu üçün, bax, bu da bərabər bölünüb. AK'ya da 4 düşür, KZ'yə də 4 düşür. Bizdən BSK üçbucağının sahəsini soruşur. Biz BSK tərəfini bilməliyik. Deməli, 30 dərəcə varsa, A bucağı 60 dərəcədir.
60 derəcəli uzaqlaşdırıcı katet 30 derəcəli uzaqlaşdırıcı katetin kökləri cümlesidir. Deməli, BC 4 kökləri 3'tür. Və yenə də iki tərəf və onların arasındakı bucağın sinusu ilə əlaqəli düsturumuz AB sinüs alfa. Bu düsturdan istifadə edək. S bərabərdir 2'də 1. İki tərəf 4 və 4 kökləridir. Vurulsun sinus 30 dərəcə. Deməli, S bərabərdir 2 ilə 4'ü bu taparaq. 2 vurulsun 4 8 kökləridir. Sinus 30 dərəcə yenə bizə 2'də 1 verəcək. Bu da olacaq 4 kökdə 3. Bir variant. Keçirik 24-cü məsələyə. İti bucaqlarından birinin tangensi 2,4 olan düz bucaqlı üçbucağın sahəsi 120'dir. Hipotenuzun uzunluğunu tapın. Deməli, söhbət burada iti bucaqdan, daha doğrusu düz bucaqlı üçbucaqdan gedir. Düz bucaqlı üçbucaq çəkək. Düz bucaqlı üçbucağın iti bucağını qeyd edək alfa. Bu iti bucağın tangenisini verib bizə. Tangens alfa bərabərdir 2,4. 2,4'ü adi kəsirlə yazsaq 10'da 24. Bu da 5'də 12 deməkdir. İti bucağın tangensi qarşı katetin bitişik kateti olan nisbətidir. Deməli, qarşı katet 12K'dır, bitişik katet 5K'dır. Çünki katetlərin nisbəti 12 bölünsün 5'dir. 12'nin 5'e nisbətidir. Və buradan hipotenuzu tapa bilərik. Pifagor üçgənlərini əzbər bilməliyik. 12K 5K'dırsa hipotenuz 13K'dır. Bu da əlbəttə ki Pifagor teoremindən alınır. AB'nin kvadratı bərabərdir AC'nin kvadratı üstəgəl BC'nin kvadratı. Buradan bizə alınır ki 12K'nın kvadratı 5K'nın kvadratı bizə 169 K kvadrat verir. Buradan AB olur 13K. Sahə verilmişdi 120. Düzbucaq üçbucağın sahə düsturu. Katetləri hasilinin yarısı 12K vurulsun 5K. Deməli, sahə 120 bərabərdir 30K kvadrat. Buradan K kvadrat bərabər olur 4'ə, K da bərabər olur 2'yə. Bizdən hipotenuzu soruşur. Hipotenuz 13K'dır. 13 vurulsun 2 bərabərdir 26. 25-ci məsələyə keçirik. ABC üçbucağında Y nöqtəsi AC tərəfin, K nöqtəsi BC tərəfin ortasıdır. Gəlin şəkil çəkəyə görə söhbət nədən gedir? Deməli, ABC üçbucağı Y nöqtəsi AC'nin orta nöqtəsidir. K nöqtəsi BC'nin orta nöqtəsidir. Deməli, BK KC'yə bərabərdir. AY CY'yə bərabərdir. K-na Y birləşdirək. BYK üçbucağının sahəsinin ABC üçbucağının sahəsinə olan nisbətini tapın. BYK, B nədir? Y-ni birləşdiririk. Baxın, bu üçbucağın sahəsindən söhbət gedir. Deməli, biz nələrə fikir verəcəyik? Axı, orta nöqtədədir. Deməli, biz də median haqqında bilirik ki, əgər median çəkilirsə, sahəni bərabər bölür. Əvvəl gəlin hardan başlayaq? BYC üçbucağından. BK, baxın bu YK, deməli, BYC üçbucağında BC tərəfindən ortadan böldü də. Yəni ki, bu YK burada median gedir. Median. Deməli, BYK'nın sahəsi S-dirsə, burada da S-dir. Digər tərəfdən BY'yə baxaq. BY də burada median gedir. Baxın, AY, YC-yə bərabərdir. Çünki şərtlər bizə deyirdi ki, orta nöqtədir. K da orta nöqtədir, Y də orta nöqtədir. Deməli, BY medianı da ABC'nin sahəsini bərabər böləcək. Sağ tərəfdə 2S-dirsə, sol tərəfdə də 2S-dir. Yəni, ABC'nin sahəsi 4 isə bərabər olur. Bizdən də soruşur BYK'nın sahəsini ABC'nin sahəsinə olan nisbəti. Deməli, BYK'nın sahəsi S idi. ABC'nin sahəsi olur 4S. Bu da bizə verir 4'də 1. Y variantı. 26. CC1 düzxətti AB parçasına paraleldir. Baxaq, CC1, AB bunlar paraleldirlər. Deməli, BC1 perpendikulyardır C1-C'yə. BC1 CC1'ə perpendikulyardır. Yəni, burada düzbucaq var. BC1 hündürlükdür. AB 3'dür. AB 3'dür. Və ACB-nin sahəsini 6 verir. ACB, baxın, bu körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın hündürlüyü onun xarici oblasında yerləşə bilir. İti bucağından hər iki iti bucağını çəkən hündürlüklər onun xarici oblasına düşür. Biz AB-nin uzantısını çəkib, C təpəsindən olan hündürlüyü onun uzantısının üzərinə çəkirik. Yəni,
hündürlük xarici oblasda düşür. Həmin o hündürlük ilə BC ilə bərabər olur. Deməli, bax bu hündürlüyə bir dənə oturacağına qayıtsaq, CK hündürlüyü BC1 hündürlüyünə bərabər olur. BC1 hündürlüyünün də bizdən soruşur. Bizə verdiyi AB3 idi, bir də sahəni verilmişdi 6. ACB üstbucağının sahəsini verilmişdi. Biz sahə üstündən istifadə edə bilərik ki, üstbucağın sahəsi S bərabərdir 2'də 1 AH. Yəni, tərəf və bu tərəfə çəkilmiş hündürlük hasinin yarısı. Tərəf olaraq burada görəcək, üstbucağın tərəfi 3 gedəcək. Hündürlüyü də xaricə çəkilən hündürlük və həmin hündürlükdə elə BC1-dir də. Deməli, yazaq 6 bərabərdir 2'də 1 vurulsun. Tərəf olaraq 3'ü götürdük, hündürlük olaraq da elə bir də H yazaq ikisini. Buradan H'ı tapaq. H bərabər olur 4'ə. H bərabər olur 4'ə. Elə bizdən H soruşurdu. B1, C1B, C1B də H idi. Mesela, cevabımız 4. 27. sualda oxşar sualdır. CC1 düzlətdə AB parçasına paraleldir. BC1 isə CC1'ə perpendikulyardır. Burada düz bucağı var. BC1 3 verir. Bu dəfə hündürlüyü verir. AB'nin də verib 2, tərəfi də verib 2. Sahəniz oluşur. Həmin uçobucağı bucağı sahəsi. Uçobucağı bucağının sahəsi dediyimiz kimi C dəfəsindən çəkilən hündürlüyü ilə tapılacaq. C dəfəsindən çəkilən hündürlük xarici oblasda düşür. O da ilə 3'ə bərabərdir. Deməli, S üçbucaq ACB bərabərdir. 2'də 1 vurulsun AB vurulsun. Yəni, bax bu hündürlük. BC1. Deməli, S bərabər olur. 2'də 1 vurulsun 2 vurulsun 3. Bu da bərabər olur 3'ə. 28. məsələyə baxırıq. MN orta xəttir. MON üçbucağının sahəsinin MBN üçbucağının sahəsinə nisbətini soruşur. Şəkli biraz böyük çəkərək, diqqətinə fikir verək, burada nə alınır? Deməli, MN orta xəttir. Üçbucaq A, B, C, MN də orta xəttir. Orta xəttirsə bilək ki, tərəfləri yarı bölür. Diqqətlə fikir verək. AN çəkilib burada, AN parçasını çəkək. Baxın, AN parçasını. AN parçasına diqqətlə fikir versək, BN EC-yə bərabər olduğu üçün AN burada median olur. Və CN. CM-ə də baxsaq, əgər VM AM-ə bərabərdirsə, CM də mediandır. Belə çıxır ki, bax, burada 2 median kəsir. Əgər median kəsirsə, bilirik ki, təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni, üçbucağın medianları kəsişlikdə təpədən başlayaraq 2-1 nisbətində bölünür. AO əgər 2 A'dırsa, onda NO A'dır. Diqqətlə gəlin fikir verək, üçbucaq AM N-ə. Belə bir qaydamız da var idi. Əvvəlki məsələlərdə göstərmişdik. Əgər, məsəl üçün, A və 2A nisbətində bölünürdüsə, onda S də, yəni sahələrdə S və 2S nisbətində bölünür. Bu xassəni də biz əzbər bilməliyik. Deməli, əgər MON-in sahəsi S-dirsə, onda AMO-nun sahəsi 2S-dir. İndi keçirik MNC üçbucağına. Diqqətlə fikir verək, CM də dediyi mediandır. Deməli, 2 birim B nisbətində bölünür, CO və ON təpədən başlayaraq 2-1 nisbətində bölündür parçalarda və əgər S-dirsə, burada da olacaq 2S. İndi fikir verdik ANC üçbucağına. Baxın, ANC. ANC üçbucağında da CO parçası AN-i A2A nisbətində bölünür. Yəni 1-in 2-yə nisbətində bölünür. Deməli, NOC üçbucağının sahəsi 2S-dirsə, onda AOC üçbucağının sahəsi olacaq 4S. Yəni 2 qatı olacaq. Bax, bura olacaq 4S. Diqqətlə fikir verək, trapeziyanın içində sahələrə baxaq. Bax, burada 2S var. Burada S, 3S, burada da 2S, 5S və 4S. 9S. İndi görək, BMN üçbucağına yəni hansı sahə düşür. Bunun üçün yenə də orta xətlə əlaqəli qaydanı yadımıza salaq. Demişdik ki, əgər orta xətdirsə, onda təpədəki üçbucaq S-dirsə, trapeziyaya
3s düşür. Çünki orta xətt üçbucağın yəni orta xəttin ayırdığı bax bu təpədəki kiçik üçbucağın sahəsi böyük üçbucağın sahəsinin 4də 1 hissəsidir. Deməli, trapesiyanın sahəsi bax bu təpədəki üçbucağın sahəsindən 3 dəfə böyükdür. 9s almışdıq. 9s. Deməli, təpədəki 3 dəfə kiçik olacaq. Yəni olacaq 3s. 3s. Şimdi sualımız bizden ne soruşurdu? MOE'nin sahəsinin MBN'nin sahəsine. MOE'nin sahəsi S idi. S. MBN'nin sahəsi 3S'dir. Deməli cevabımız oldu burada. 1. 29. sualda oxşar sualdır. Baxaq burada nə soruşur bizdən? MOE'nin sahəsinin ABS'nin sahəsinin nisbəti. Gəlin baxaq ABS'nin sahəsi burada necə oldu? Ve üçbucağın sahəsi. Deməli 9s almışdıq və 3s. Birlikdə 12s. Ve üçbucağın sahəsi 12s. Deməli məxrəcimiz 12s. MON də s idi. Deməli burada da cevabımız olur 12'də 1. 30-cu məsələyə baxırıq. ABC üçbucağında AD tənbələnir. Şəklə gəlin baxaq. Deməli ABC bucağında AD tənbələndir. AB 6'dır. AC 3'tür. SABD 4'tür. Burada sahə 4'tür. ABC üçbucağının sahəsini soruşur. Deməli, nəyə fikir veririk? AD'nin tənbələn olmasından. Tənbələnin xassəsi. Tənbələn demişdik ki, çəkildiyi tərəfi digər iki tərəflə mütənasib parçalara ayırır. Yəni 6'nın 3'ə nisbəti bərabərdir. BD'nin CD'yə nisbəti. 6'nın 3'ə nisbəti bərabərdir. BD'nin CD'yə nisbəti. Deməli, BD'nin CD'yə nisbəti də 6 3 nisbətində olmalıdır. 6K bölünsün 3K. Yəni 6K 3K nisbətində olmalıdır. Digər tərəfdən sahələrin nisbəti də eyni olmalıdır. Alınan üçbucaqların sahələrinin nisbəti. Əgər 6K və 3K'dırsa bu parçalar, onda bax bu üçbucaqların sahələri də 6K 3K nisbətində olmalıdır. Deməli, burada bir S yazaq. Deməli, biz burada S'i tapmalıyıq. 4'ün S'ə nisbəti, 4'ün S'ə nisbəti bərabər olmalıdır 6K'nın 3K'ya nisbəti. Buradan əlbəttə ki, K'lar da gedir. S də bərabər olur 2'yə. Deməli, bax bu sahə 2'yə bərabərdir. ABD üçbucağının sahəsini özü vermişdi bizə 4. ACD üçbucağının sahəsini biz tapdıq 2. Bizdən ABC üçbucağının sahəsini soruşur 4 üstə gəl 2. Yəni üçbucaq ABC'nin sahəsi bərabər olur 4 üstə gəl 2, yəni 6. Keçirik 31-ci məsələyə. Tərəfləri 4, 5, 7 olan üçbucağın sahəsini tapın. Yəni üçbucaqdır, müxtəlif tərəflər üçbucaqdır. Tərəfləri 4, 4, 5, 7. Və üçbucağın sahəsini soruşur bizdən. Üçbucağın sahəsi əgər müxtəlif tərəfli isə heroncu surəyə tapa bilərik. Yarım perimetr bərabərdir. 4 üstə gəl 5 bölünsün. 4 üstə gəl 7 bölünsün 2. Yəni 8. Yəni perimetr 8'də heroncu surəyə yazırıq. S bərabərdir. P vurulsun. P çıxılsın A. P çıxılsın B. P çıxılsın C. Ve yerine koyup hesaplayalım. 8 vurulsun. 8 çıxılsın 4, 4. 8 çıxılsın 5, 3. 8 çıxılsın 7, 1. 8'i de 4 vurulsun 2 yazsaq. 2'den 4 varsa 1, 4 çıxacaq buradan. 2 vurulsun 5, 6 burada qalır. Kökün altında. Deməli cevabımız olur D variantı. 32. sualda oxşar sualdır. Tərəflər biri 5'dir, biri 6'dır, digəri 7'dir. Yəni perimetri tapırıq. 5 üstə gəl, 6 üstə gəl, 7 bölünsün 2. Burada bizə 9 verir. S sahə P vurulsun, B çıxılsın A, heroncu üstü B çıxılsın B, B çıxılsın C. Deməli 9 vurulsun, 9 çıxılsın 5, 4, 9 çıxılsın 6, 3, 9 çıxılsın 7, 2. Deməli 9'dan onsuz da 3 çıxır, 4'ten de 2 çıxır, 3 var 2 qalır kökün altında. Yəni cevabımız olur 6 kökdə 6. 33. məsələ.
Tərəfləri 24, 25 və 7 olan üçbucağı kiçik hündürlüyünü tapın. Üçbucağın kiçik hündürlük onun böyük tərəfinə çəkilən hündürlükdür. Yəni üçbucaqda əgər böyük tərəfi 25-dirsə, bizə kiçik hündürlük deyilir. Onda 25'e çəkilən hündürlükdən söhbət gedir. Yəni bax bu hündürlüyü soruşur bizdən. Digər tərəflər isə 24 və 7'dir. Deməli biz əvvəlcə Heron düsturu üçbucağın sahəsini taparıq. Sonra digər izah düsturu ilə S bərabərdir 2'də 1 AH düsturu ilə H-ı tapa bilərik. Deməli S-i tapmaq üçün yenə də bizə yarım perimetr lazım olacaq. 7 üstəgəli 24 üstəgəli 25 bölünsün 2. Deməli 31 56 bölü 2 28. S Heron bərabərdir. Deməli P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Yəni 28 vurulsun, 28 çıxılsın A, 21, 28 çıxılsın B, 4, 28 çıxılsın C, 3. Deməli 28'i yazaq, 7 vurulsun 4, bir dənə də 4 burada var. 21'i yazaq, 7 vurulsun 3, bir dənə də 3 var, burada yazaq. 2, 7 varsa biri çıxdı kökdən, 2, 4 varsa biri çıxdı, 2 dənə əgər 3 varsa biri çıxdı kökdən. Deməli 28 vurulsun 3, bu da bizə bir 84. Sahəni tapdıq, 84 getirir, S bərabər 2'də 1 AH-da. 84 bərabərdir 2'də 1 vurulsun 25 vurulsun H. Deməli bizdən kiçik hündürlüyü soruşur. Kiçik hündürlük böyük tərəfə çəkilən hündürlükdür. Deməli buradan da H tapırıq. 2 vurulsun 84 bölünsün 25. Deməli 168 bölünsün 25. 6 tam. Deməli 650 18'in içində. Böyle 168 bölünsün 25. 6 dəfə 150 180'in içində. Deməli getirib götürsək yaptı 122. Deməli 6 tam %72. Otuz sual. Düzbucağın ABC üçbucağında bucaq B 90'dır, bucağı 60'dır. BC 4 kökdə 3'dür. B düzbucaq tepəsindən BK median çəkilmişdir. ABK üçbucağın sahəsini soruşur. Deməli BK mediandır. B bucağı 90'dır, A bucağı 60'dır. Onda C bucağı 30 olur. BC 4 kökdə 3'dür. 60 dərəcəli bucağın qarşısındakı katet. 4 kökdə 3'də 30 dərəcəli bucağın qarşısındakı katet olur 4. Onda hipotenuz 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuz olur 8. 8 ise 4 bölünür. Bizdən nə soruşur? ABK üçbucağının medianı sahəsini. ABK üçbucağının sahəsi. Baxın ABK üçbucağının sahəsi iki tərəf onlar arasındakı bucağından tapmaq olar. S ABK bərabərdir 2'də 1 vurulsun 4 vurulsun 4 vurulsun sinus 60 derece. Deməli 8 vurulsun sinus 60 derece kökdə 3 bölünsün 2. Bu da bize verir 4 kökdə 3. 35'in sual üçbucağı üçbucaq tepəsindən çəkilmiş medianı 5 katetlərindən biri 6 olarsa üçbucağın sahəsini tapın. Deməli düzbucaqlı düzbucaq tepəsindən median çəkilir. Median 5 santimetrdir. Katetlərindən biri 6'dır. Düzbucaq tepəsindən çəkilmiş medianı hipotenuzun yarısına bərabərdir. Deməli hipotenuz da ona bərabərdir. Əgər hipotenuz 10 katetlərindən biri 6'dırsa digər katet 8'e bərabərdir. Buradan biz düzbucaq sahəsini tapa bilərik. 2'də 1 vurulsun katetləri hasili 6 vur 8. Bu da bize verir 24. 36. soru ABCD düzbucaqlıdır. A7 bərabər tərəflidir. Üçbucaq bərabər tərəflidir. AD 10'dur. AD 10'dur. Ştrixlənmiş hissənin sahəsini tapın. Deməli bizim parallelogram ölçü bir hadisemiz var.
Fərqi yoxdur, düz bucaqlı paralleloqram hamısı paralleloqramın növləridir. Əgər deməli, tərəfin biri üzərində nöqtə götürsək və belə birləşdirsək, burada alınan üçbucağın sahəsi paralleloqramın sahəsinin yarısına bərabər olur. Yəni, məsələn, buna S1 yazsaq, bura S2, bura S3 yazsaq, S1 böyük S-in yarısıdır. Böyük S-in yarısıdır. Deməli, belə çıxır ki, S1 yarı olduğu üçün S1 bərabər olur S2 üstəgəl S3-ə. Belə bir xassiyəmiz var. Düzbucaqlı da belə paralleloqramdır. Ona görə burada da S üçbucaq AYD bərabər olur S üçbucaq ABY üstəgəl S üçbucaq SY-dir. Yəni, bu ağ rəngli üçbucağın sahəsini iştirilmiş üçbucağın sahələrinin cəminə bərabərdir. Bizdən də iştirilmiş hissənin sahəsini tapılır, soruşur. Deməli, biz A7 üçbucaq sahəsini tapmış olsaq, yəni suala cavab verəcəyik. Bu da bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın da sahəsi verir ki, A kvadrat kökdə 3 bölünsün 4 üstü ilə hesablanır. Bizdən də bərabər tərəfli üçbucağın tərəfini verir. Onun kvadratı 100 kökdə 3 bölünsün 4. Bu da bizə verir 25 kökdə 3. Deməli ilə iştirilmiş hissənin sahəsi S bərabər olacaq. Bax, bu üçbucağın sahəsinə həmin bu qaydamıza əsasən cavabımız olacaq 25 kökdə 3. 37-ci sual da oxşar sualdır. Yenə də A7 bərabər tərəfli üçbucaqdır. Bu üçbucaq bərabər tərəflidir və AD8-dir. AD8 iştirilmiş hissənin sahəsi A7 üçbucağının sahəsinə bərabər olacaq. Yəni S1, S2, S3. S3 bərabərdir S1 üstəgəl S2. Bu xassəni əzbər bilməlisiniz. Deməli, biz bu S3-ü tapmalıyıq. S3-də bərabər tərəfli üçbucaqdır. A kvadrat kökdə 3 bölünsün 4. A-nı da bizə 8 verir. Deməli, S3 burada bərabərdir. 64 kökdə 3 bölünsün 4. Cavabımız olur 16 kökdə 3. 38-ci məsələyə baxırıq. Bərabər yanlı üçbucağın sahəsi 25 kvadrat santimetrdə oturacağının içi alfa bucağı üçün tangens alfa 4-ə bərabər olarsa, üçbucağın oturacağını tapın. Deməli, bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlı üçbucağın oturacağının içi bucağı alfadır və tangensi, həmin bucağın tangensi 4-ə bərabərdir. Deməli, biz hündürlük çəkməliyik. Çünki bizə burada düz bucaqlı üçbucaq lazımdır. Tangensi alfa 4'e bərabərdir. Tangens alfa qarşı katetin biçiyi katetin nisbətidir. Deməli, burada qarşı katet 4K, biçiyi katet K'ya bərabərdir. Yəni, biz bu üçbucağı tətbiq etdik. Tangens alfa bərabərdir 4'dir. Digər tərəfdən üçbucaq bərabər yanlı üçbucaqdır. Hündürlük həm də mediandır. Deməli, bax, bu parçada K'ya bərabər olur və sahədən söhbət gedir. Sahə düsturumuz S bərabərdir 2-də bir AH-dan istifadə edəcək. Burada 2K'ya bərabərdir. S-i də bizə verir. Sahə 25'dir. Deməli, 25 bərabərdir 2-də 1. Vurulsun A, yəni oturacaq 2K. Hündürlük 4K. Deməli, 4K kvadrat bərabərdir 25. K kvadrat bərabərdir 25 bölünsün 4. K da bərabərdir 5 bölünsün 2. Bizdən oturacağı soruşur. Oturacağı 2K'dır. Deməli, 2 vurulsun K. Yəni 2'də 5. Bu da bizə verir 5. 39'a bakılıb ABC üçbucağı verilib. ABC üçbucağının AB və BC tərəfləri üzərində uyğun olaraq elə M və N nöqtələri götürülmüşdür ki, A-nin M-yə nisbəti 2-3 nisbətində, B-nin N-yə nisbəti 4-5 nisbətindədir. Deməli, yəni üçbucağı çəkilir, üçbucağın üzərində danışaq. AB və BC tərəflərinin üzərində. Deməli, A olsun aşağıdan. AB və BC tərəflərin üzərində M nöqtəsi götürülür. Bu olsun M. A-nin M-yə nisbəti 2K, 3K. N nöqtəsi götürülür. BC-nin üzərində B-nin N-yə nisbəti 4-ün 5-ə nisbəti olsun 4x 5x. ABC üçbucağın sahəsi 90'dır. Yəni böyük üçbucağın sahəsi bizə verilir. Bizdən AM üçbucağını soruşur. AM-ni göstərək.
Bu üçbucağın bizdən sahəsini soruşur. Deməli, bir fikir verək ayına. Ayın. Bu üçbucağı ABC ilə 4-5 nisbətində bölürsə, sahələr də 4-5 nisbətində bölünür. Yəni 4 x üstə gəl 5 x bərabərdir 90. Buradan x-i tapdıq 10. X 10'dursa onda ANC'ye düşür 50 sahəsinə. 50, 40 da qalır ABN sahəsinə. Yəni S üçbucaq ABN bərabərdir 40. Diğer tərəfdən AB'nin üçbucağından N'in parçası AB tərəfini 200 nisbətində bölür. Onda sahələrdə 200 nisbətində bölünür. Deməli, bu 2S, bax bu da 3S. 2S üstə gəlir 3S bərabərdir 40. S bərabər olur 8. Bizdən də AMN soruşur. S üçbucaq AMN bərabərdir 2 vurulsun 8. Cevap olur 16. 40'a baxır. Radiusu yer olan çevrə 3 nöqtə ilə 1-1-2 nisbətində bölünmüşdür və bölgü nöqtələr vətənlərlə birləşdirilmişdir. Alınan üçbucağın sahəsini tap. Əvvəl baxaq dərəcələrinə 1-1-2 nisbətində bölünür. K, K, 2K. Yəni tam bucağı 60 dərəcədir. Görək K-ya neçə dərəcə düşür. 4K bərabərdir 360 dərəcə, K bərabərdir 90 dərəcə. Deməli, çevrənin üzərində 3 nöqtə götürülür. Bax, burada 90'dır, burada 90'dır. Onda 3-cü qövsə qalır 180 dərəcə. Bu nöqtələr vətənlərlə birləşdirilir. Deməli, əgər 180 dərəcədirsə, onda bax bu diametr olmalıdır. Diametrdirsə, onda buradakı bucaq da düz bucaqdır. Bizim qaydalarımıza əsasən. Bizdən alınan üçbucağın sahəsini soruşur. Alınan üçbucaq da olur. Düz bucaqlı üçbucaq və bizə radiusu verilir. Radiusu yazarıq. Düz bucaqlı üçbucaqda fikir verək. Qövs 90 dərəcədirsə, onda bax burada iki bucaq olacaq 45 dərəcə. Diğer bucaqda 45 dərəcə olur. Deməli, bu düz bucaq üçbucaq bərabər yanlıdır. Bərabər yanlıdır və hipotenuz məlumdur 2. Bərabər yanlı düz bucaqlı üçbucaqda əgər katetlər AA-dırsa, onda hipotenuz A kökdə 2'dir. Deməli, A kökdə 2 bizdən 2 ilə bərabərdir. Onda A bərabərdir 2'ye bölünsün kökdə 2. Deməli, bax bu katetlər 2'ye bölünsün kökdə 2'dir. Bizdən bu üçbucağın sahəsini soruşur. Üçbucaqda düz bucaqlı üçbucaqdır. 2'də 1 vurulsun katetlər asılı. Katetlərdə 2'ye bölünsün kökdə 2 vurulsun 2'ye bölünsün kökdə 2. Deməli, burada kökdə 2 vurulsun kökdə 2 bizə 2 verir. 2 ilə bu 2 geçsin. Bu 2 ilə də bu 2 geçsin. Vurulsun da bu da bizə verir R kvadrat. Bizdən də üçbucağın sahəsini soruşur da cevabımız R kvadrat. 41'de düz bucağın üçbucağında iki bucağın təmirlərini qarşıdakı kateti 4-5 cm uzunluğunda iki parçaya ayırır. Bu üçbucağın sahəsini tapır. Deməli, bir dənə düz bucaqlı üçbucaq çəkək. Bu düz bucaqlı üçbucaqda iki bucağın həmbələrinin qarşıdakı tərəfi 4-5 uzunluğunda iki parçaya ayrılır. 4 cm, 5 cm. Bizdən bu üçbucağın sahəsini soruşur. Deməli, söhbət təmbələndən gedir. Əgər təmbələndirsə, qarşıdakı tərəfi, digər iki tərəfi mütənasib parçalara ayırır. Deməli, bura 5K olur, hipotenuz 5K olur, katet olur 4K. Və hipotenuz 5K, katet 4K-dırsa, digər katet bilirik ki 3K-dır, Pifagor üçlüklərinə görə. Deməli, 3K bərabərdir, 5 üstə gördür. Buradan K bərabər olur 3-ə. Bizdən bu üçbucağın sahəsini soruşur və katetləri bilməliyik. 3K bərabər olacaq 9'a, 4K da bərabər olacaq 12'ye. S də bərabər olur katetlərin hasilinin yarısı. Yəni 2'də 1 olsun 3K, 3K tapmışıq da artıq 9 olsun 12. Bu da bizə verir 50'dir. İkinci sual, üçbucağın iki tərəfinin cəmi 8 cm-dir. Onların arasında gələcək 30 dərəcədir. Bu tərəflərin uzunluqları neçə olmalıdır ki, onun sahəsi əlverili olsun.
Deməli, bir dənə üçbucaqdır. Bu üçbucağın iki tərəfinin cəmi 8-dir. Onların arasındakı bucaq 30-dur. İki tərəfi AB, onların arasındakı bucaq 30 dərəcə. Deməli, ansiya gəlib 1,8. Bu tərəflərin uzunluğu necə olmalıdır? Sahə ən böyük olsun. Deməli, iki tərəf onun arasındakı bucağa görə bizim sahə düsturumuz, üçbucağın sahə düsturu 2'də 1 AB sinus 30 dərəcə. Sinus 30 dərəcədə 2'də 1 olduğu üçün sahə olur 4'də 1 AB. Deməli, ansiya gəlib 8'e bərabərdir və sahə ən böyük olmalıdır. Deməli, AB hasili o zaman ən böyük olar ki, bax bu toplananlar hər ikisi bir-birinə bərabər olsun. Yəni, A da bərabərdir 4, B də bərabərdir 4 olanda hasil ən böyük olur. Digər yəni qiymətlər verib hasili yoxlaya bilərsiniz. Məsəl üçün 1 və 7 tutaq ki, hasili 7 tutaq ki, məsəl üçün 2 və 6 burada 12. Yəni, bir-birinə bərabər olanda hasil ən böyük olur. Deməli, uzunluqları ilə bizdən soruşur və onda da cavabımız olur V variantı. 43-cü məsələyə baxaq. Radiusun ortasından ona perpendikulyar çəkilən vətənin uzunluğu 6'dır. Bu çevrənin xaricini çəkilmiş düzgün üçbucağın sahəsini tapın. Deməli, söhbət düzgün üçbucağın daxilinə çəkilmiş çevrədən gedir. Dən çevrə çəkək. Deməli, bu çevrənin mərkəzini qeyd edək. Radiusun ortasından ona perpendikulyar çəkilən vətər verilib bizə. Deməli, bu olsun radius. Bu radiusun ortasından radiusa perpendikulyar olan vətər çəkilib. Bu da vətər. Deməli, burada düz bucaqdır, çünki perpendikulyar çəkilir vətər. Bu da mərkəz. Deməli, o var radiusdur. Bərabər bölünür. Bax, x yazalım. Vətər də 6 verir. Vətər də yarı bölünəcək. Çünki deməli, mərkəzdən vətərə çəkilən perpendikulyar vətəri yarı bölür. Adlandıraq vətərin B-si. O ilə B-ni birləşdirsək, bu da radiusdur. Deməli, o ilə C-ni də birləşdirək, bu da radiusdur. Deməli, O-A da radiusdur. O-A bərabərdir OB. Bax, bunlar hamısı radiusdur. Deməli, x-dırsa OB 2x-dir. Radius 2x-dir. Bax, bu üçbucağa biz Pifagoru tətbiq edib x-i tapa bilərik. Deməli, 2x-in kvadratı çıxılsın x-in kvadratı bərabərdir 3-in kvadratı. Deməli, 4x kvadrat çıxılsın x kvadrat. 3x kvadrat bərabərdir 9, x kvadrat 3, x də bərabərdir 2/3. Deməli, radius bərabərdir 2x, yəni 2/3. Biz çevrənin radiusunu tapdıq. Bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın sahəsini tapın. Deməli, bu üçbucağın xaricində bərabər tərəfli üçbucaq var. Bərabər tərəfli üçbucaq var. Bax, biz bu çevrənin radiusunu tapdıq. Düsturumuz belə idi. Əgər tərəflər A-dırsa, R bərabərdir A kökdə 3 bölünsün 6. Zeyri tapmışıq. 2 kökdə 3 getirib yerinə yazırıq. 2 kökdə 3 bərabərdir A kökdə 3 bölünsün 6. Hər tərəfi kökdə 3'ə bölsək, A bərabər olur 12'yə. Bizdən bu üçbucağın sahəsini soruşur. Bərabər tərəfli üçbucağın sahəsi də x bərabərdir A kvadrat kökdə 3 bölünsün 4. Deməli, x bərabər olacaq 12'nin kvadratı 244. Kökdə 3 bölünsün 4. Bu da bizə verir 36 kökdə 3. Baxaq 44-cü məsələyə. Yəni, oxşar məsələdir. Radiusda perpendikulyar olub, onun ortasından keçən vətənin uzunluğu 4 cm. Bu çevrənin daxilinə çəkilmiş düzgün üçbucağın sahəsini tapın. Yenə deməli, çevrəyə baxaq. Bu çevrənin radiusunu çəkək. Bu radiusun tən ortasından perpendikulyar vətər çəkilir. Biz də bilirik ki, əgər perpendikulyardırsa vətər, onu vətər yarıya bölünür. Deməli, 4-4-dürsə 2-2 bölünür. Vətənin uc nöqtəsi ilə birləşdirsək, əgər radiusu yarı bölünmüşdürsə, onda bax, burada radiusumuz 2x-dir və bu üçbucağa biz Pifagor teoremini tətbiq edək, oradan x-i tapaq. 2x-in kvadratı çıxılsın x-in kvadratı bərabərdir 2'nin kvadratı. 4x kvadrat çıxılsın x kvadrat bərabərdir 4, 3x kvadrat bərabərdir 4, x kvadrat bərabərdir 4 bölünsün 3. Deməli, x olur 2 bölünsün kökdə 3. Onda radiusumuz olacaq. Görə bu çevrənin daxilinə çəkilmiş düzgün üçbucağı, yəni xaricə çəkilmiş çevrə bir də böyük yerdir. 2'yə vuruq 4 bölünsün kökdə 3.
Deməli, indi bu çevrənin daxilində üçbucaq var. Çevrənin daxilində deməli üçbucaq çəkilir, bərabər tərəfli üçbucaq. Bizdən bu bərabər tərəfli üçbucağın sahəsini soruşur. Bərabər tərəfli üçbucaq xaricə çəkilmiş çevrənin radiusunun düsturu E bərabərdir. A kökdə 3 bölünsün 3'dür. Biz eğri takmışıq 4 bölünsün kökdə 3. Deməli 4 bölünsün kökdə 3 bərabərdir. A kökdə 3 bölünsün 3. Buradan A kökdə 3 vurulsun kökdə 3 bərabərdir. 4 vurulsun 3. Kökdə 3 vurulsun kökdə 3 ilə 3 eləyir. A-nı buradan tapdıq. 4. Və gətiririk sahili yerinə yazırıq. A kvadrat kökdə 3 bölünsün 4. A-nı da 4 tapmışıq. 16 kökdə 3 bölünsün 4. Cevabımız 4 kökdə 3. 45-ci məsələyə baxaq. Deməli, radius 8 cm olan çevrənin A nöqtəsindən uzunluqları radiusla bərabər olan AB və AC vətənlər çəkilir. ABC üçbucağın sahəsini tapın. Deməli, yenə çevrədən söhbət gedir. Bir dənə çevrə çəkək. Çevrənin üzərində bir A nöqtəsi götürək. A nöqtəsindən deməli, radiusla bərabər olan 2 dənə vətər çəkiləcək. Vətərlər olsun belə. Çünki radiusla bərabər vətərdir. AB və AC vətərlər. 8 cm. Deməli, ABC üçbucağının sahəsini soruşur bizdən. Onunla B də birləşdirsə o da radiusdur. Radiusdur. C ilə də birləşdirsə o da radiusdur. Buranın 8. Deməli, elə bu dördbucağın rumdur. Tərəflərin 8. Və bu da diagonallardır. Diagonallar bir-birinə perpendikular olur. Deməli, və diagonal yarı bölünür. Burada 4 düşür, burada 4 düşür. Deməli, bu bıçaq 30 dərəcədir. 30 dərəcə bizə müsqadik və hipotenuzun yarısıdır. Burada 60 dərəcədir. Onda bu da 4 kökdə 3. Bizdən də ABC üçbucağın sahəsini soruşur. S üçbucaq ABC. S üçbucaq ABC bərabər olacaq. 2'də 1 BC vurulsun. Bax, bu parça 4. Burada bir K yazaq. 4 K'dır. AK. Deməli, 2'də 1 BC'miz 4 kökdə 3, 4 kökdə 3, 8 kökdə 3 vurulsun AK. AK'da 4. Bu da bizə verir 16 kökdə 3. Kırk-altıncı sual radiusu 6 olan çevrənin A nöqtəsindən uzunluqlar AB bərabərdir. AC o da bərabər 6 kökdə 2 olan AB və AC vətərləri çəkilir. ABC üçbucağın sahəsini tapın. Yəni çevrəni çəkək. Burada da oxşar məsələdir. A nöqtəsi yenə də vətər çəkilib AB və AC. Vətərlərin uzunluğu burada 6 kökdə 2'dir. Bayaqki məsələdə fikir verin. Vətərlərin uzunluğu radius uzunluğuna bərabər idi. Radius uzunluğuna bərabər idi. Ona görə şəkil belə alındı. Amma burada deyir ki, vətərlərin uzunluğu 6 kökdə 2'dir. Amma radius 6'dır. Onu belə çıxır ki, bax, bu radius. Bu da radius. Radiuslar 6. Radiuslar 6'dır. Vətərdə 6 kökdə 2'dir. 6, 6, 6 kökdə 2. Onda elə vətərdə belədir. Digər tərəfdən də göstərə bilərik. Biz onu birləşdirək. Deməli, 6 kökdə 2 bax, bunlardır vətərlər. AB ilə AC. Bunlar da radiusludur. Məsələt burada düz bucaqlardan gedir və ABC üçbucağın sahəsini soruşur. Elə burada da hazırlaması göründü. S bərabərdir. S üçbucağı ABC. 2'də 1 BC vurulsun. Bax, bugün deyirik. A. BC vurulsun. A oldu. Deməli, S bərabərdir. 2'də 1 12 vurulsun. 6. Bu da bizə verir 36. Deməli, şərtə uyğun şəkili qurduq. Yəni, radius 6 idi. Radiusları 6 çəkdik. Belə. Radiuslar 6. 6 və 6 kökdə 2 diqqəti cəlb edir də. 6 6'dırsa, 6 kökdə 2'dirsə, AB vətəri deməli elə bu bərabər yanlı düzbucaq üçbucaqdan söhbət gedir. Keçirik 47-ci məsələyə. Üçbucağın xaricə çəkilmiş çevrənin radiusu 6'dır. Daxili bucağının sinusları verilir. Bizə üçbucağın sahəsini tapın.
Deməli, buradan çevrə çəkək. Bu çevrənin daxilində üç bucaq var. Bu üç bucağın daxili bucağın sinusları verilir. Bax, burada bir diqqəti çəkilir. Sinus tutaq ki, qamma 1-ə bərabərdir. Biz də bilirik ki, biri sinus alır 90 dərəcədə. Deməli, qamma 90 dərəcədir. Yəni, söhbət düz bucağı üç bucaqdan gedir. Çevrə düz bucağı üç bucağın xaricinə çəkilir və bu zaman bilirik ki, hipotenuz olur çevrənin diametri. Yəni, burada düz bucağı üç bucaqlıdır. Yəni, söhbət düz bucağı üç bucaqdan gedir. Və radiusu da verir. 6. Radiusu məlum. Qalır ki, kateti tapmaq. Çünki üç bucağın sayısını sonuçta biz yəni katetləri bilməliyik. Deməli, bu üç bucağın xaricinə çəkilmiş çevrədirsə, yəni sinuslar teoremindən istifadə etmək lazımdır. A bölünsün sinus alfa, B bölünsün sinus beta, C bölünsün sinus gamma bərabərdir 2R. R də hazır bizə verir. Deməli, iki kateti buradan tapaq. A bölünsün sinus alfa bərabərdir 2R, yəni 12. Sinus alfa tutaq ki, burada. Sinus alfa bərabərdir 1 bölünsün kökdə 3, sinus beta da bərabərdir kökdən 3'də 2, bunu da ayrı yazaq. Kökdə 2 bölünsün kökdə 3. Bunlardan istifadə edək, katetləri tapaq. A bərabərdir 12 bölünsün sinus alfa 1 bölünsün kökdə 3. Bu da 12 bölünsün kökdə 3. İrrasionallıqdan azad etsək 4 kökdə 3. Keçirik digər kateta. B bərabər olacaq 12 bölünsün sinus beta, yəni 12 bölünsün kökdə 2 bölünsün kökdə 3. İrrasionallıqdan azad etsək məxrəc 3, 12 bölünsün kökdə 3 bölünsün kökdə 2. Bu da bizə verəcək 4 kökdə 6. Deməli, katetləri bildik. Biri 4 kökdə 6, digəri 4 kökdə 3. Getiririk sahəni tapmağa. S bərabərdir katetləri hasilinin yarısı. Yəni 2'də 1 4 kökdə 6 vurulsun 4 kökdə 3. Deməli, 16 2 ixtisar getsə 8 kökdə 18. 18'i də yazaq 9 vurulsun 2. Vurulsun 8 olacaq 24 kökdə 2. 48-ci məsələ oxşar məsələdir. Yəni də çevrəni çəkək. Bu çevrənin daxilində üç bucağı var. Həmin üç bucağın daxili bucaqlarında birinin sinusu 1'dir. Buradan sinus qamma 1'ə bərabərdir. Buradan biz görürük ki, bucaq 90 dərəcədir. Yəni, söhbət düz bucaqlı üç bucaqdan gedir. Düz bucaqlı üç bucağın da xaricinə əgər çevrə çəkilibsə, deməli, hipotenuz çevrənin diametridir. Bizə verir 9. Biz bax, buradan katetləri tapmağa çalışaq. Sinuslar terimindən istifadə olunur. A bölünsün sinus alfa bərabərdir. B bölünsün sinus beta, C bölünsün sinus gamma bərabərdir 2R. Deməli, sinus alfa olsun kökdə 5 bölünsün 3, sinus beta olsun 3'də 2. Getir istifadə edək. A bölünsün sinus alfa bərabərdir 2R. Yəni 18. A bərabərdir 18 olsun kökdə 5 bölünsün 3. Bu bizə verir 6 kökdə 5. Deməli, B bölünsün sinus beta bərabərdir 18. B bərabərdir sinus betamız 3'də 2 vurulsun 18. Bu da bizə verir 12. Deməli, 6 kökdə 5 və 12. 6 kökdə 5 və 12. Bu katetlər və bizdən bu üç bucağın sayısını soruşur. S bərabər katetlər hasilinin yarısı. Yəni 2'də 1 vurulsun 12 vurulsun 6 kökdə 5. Bu da bizə verir 36 kökdə 5. 49-cu məsələyə baxaq. ABC üç bucağında A'ya hündürlükdür. AB və AC'nin B'nin uzunluğunu verib üç bucağın sayılarının nisbətini tapın. Bir üç bucaq çəkək baxaq üç bucağın üzərində. Deməli, A'ya hündürlükdür. A olsun burada. Hündürlüğü çəkək. Deməli, AB 5'dir. AC 6'dır. BN 3'dür. ABN. ABN üç bucağın sahəsinin, ANC üç bucağın sahəsinin nisbəti. Elə burada görünür ABN üç bucağının, yəni düz bucaq üç bucaq olduğu üçün hipotenuz 5, katetlərdən biri 3, digər katet 4'dür. Yəni Pifagor üçgənlərini əzbər veririk. Üç bucaq ABN'in sahəsi buradan görünür 2'də 1 3 vurulsun 4. 4 kökdə 5 və 2. 4 kökdə 5 və 2. 2'də 1 vurulsun 12 vurulsun 6 kökdə 5. 6 kökdə 5 və 12. Bu katetlər və bizdən bu üç bucağın sayısını soruşur. S bərabər katetlər hasilinin yarısı. Yəni 2'də 1 vurulsun 12 vurulsun 6 kökdə 5. 2'də 1 vurulsun 12 vurulsun 6 kökdə 5.
Yəni 6. İndi ANC üçbucağın sahəsini tapanda bizə SN lazım olacaq. Pifaqor teoremini tətbiq edək. SN-in kvadratı bərabərdir. 6-nın kvadratı çıxılsın 4-ün kvadratı. Bu da 20 verir bizə. SN olur 2 kökdə 5. Gətiririk üçbucaq ACN-in sahəsini tapırıq. 2-də 1 katetlər hasili 2 kökdə 5 vurulsun 4. Bu da bizə verir 4 kökdə 5. Və bu üçbucağın sahələr nisbətini soruşur. S üçbucaq ABN-in sahəsini S üçbucaq ANC-nin sahəsinə nisbət. ABN-in sahəsi 6 idi. Digəri 4 kökdə 5-dir. Bu da olur 3 bölünsün 2 kökdə 5. A variantı. 50-ci sual. ABC üçbucağında AD hündürlükdür. Yəni oxşar sualdır. ABC üçbucağın deməli AD hündürlükdür. A olsun burada. AD hündürlük. AB 10'dur. AC 12'dir. BD 6'dır. 16'dırsa AD 8'dir. Bak bu üçbucaqdan CD'ni tapaq. CD'nin kvadratı bərabərdir. 12'nin kvadratı çıxılsın 8'in kvadratı. 144 çıxılsın 64. Bu da bize 80 verir. CD olur kökdə 80. Yəni 4 kökdə 5. Sahə S bərabərdir 2'də 1. 8 vurulsun 4 kökdə 5. Bu da bize verir 16 kökdə 5. Və sahələrin nisbəti S1'in S2'yə nisbəti bərabərdir. Deməli 8 vur 6 bölü 2. 24. S2 də burada tapdıq 16 kökdə 5. 8'e ixtisar getsə 3 bölünsün 2 kökdə 5. C variantı. Keçirik 51-ci məsələyə. Bərabər tərəfli üçbucağın daxilində götürülmüş nöqtədən onun tərəflərinə çəkilmiş perpendikulyarlar 4, 5 və 6 cm-dir. Bu üçbucağın sahəsini tapın. Bərabər tərəfli üçbucaq verilib bizə. Əgər üçbucaq bərabər tərəflidirsə və onun daxilində götürülmüş nöqtədən tərəflərə perpendikulyarlar çəkilmişsə, burada belə bir xassiyə var. Bərabər tərəfli üçbucağın özünün hündürlüyü h bərabərdir. Həmin vaxt bu perpendikulyarların uzunluqları cəminə. Perpendikulyarları məsələn h1, h2, h3 ilə işarə etsək, yəni qayda belədir ki, h1 üstəgəl, h2 üstəgəl, h3 bu xassiyə. İndi baxın, perpendikulyarlar 4, 5, 6'dır. Bərabər tərəfli üçbucağın özünün hündürlüyü bərabər olacaq. 4 üstəgəl, 5 üstəgəl, 6 bərabərdir. 15. Digər tərəfdən bərabər tərəfli üçbucağın hündürlüyünün düsturu var. H bərabərdir. A kökdə 3 bölünsün 2. H da 15. Buradan bərabər tərəfli üçbucağın tərəfinə tapa bilərik. A kökdə 3 bölünsün 2 bərabərdir 15. A kökdə 3 bərabərdir 30. A bərabərdir 30 bölünsün kökdə 3. Bu da bizə verir 10 kökdə 3. Bizdən üçbucağın sahəsini soruşur. Bərabər tərəfli üçbucağın sahəsi A kvadrat kökdə 3 bölünsün 4'e bərabərdir. Deməli A kvadrat 10 kökdə 3'ün kvadratı. Bu da bize 300 verir. 300 kökdə 3 bölünsün 4. 300 bölünsün 4. O da bize 75 verir. 75 kökdə 3. Baxın 52-ci məsələyə. Oxşar məsələləri yenə də burada hündürlük bərabər olacaq. 5 üstəgəl, 6 üstəgəl, 7, 18 bərabər tərəfli üçbucağın hündürlüyü A kökdə 3 bölü 2. Bunu da tapdıq. 18. A kökdə 3 bərabərdir 36. A-nı tapdıq. 36 bölünsün kökdə 3. Bu da bizə verir 12 kökdə 3. S A kvadrat kökdə 3 bölünsün 4. A-nın kvadratı 144 vurulsun 3. Bir də düsturda kökdə 3 var. Deməli 144 bölünsün 4. 36 verir bizə. 36 vurulsun 3. 108. 108 kökdə 3. Qaydamız necə oldu? Bərabər tərəfli üçbucağın daxilində götürülmüş nöqtədən əgər tərəflərə perpendikulyarlar çəkilmişdirsə, bu perpendikulyarların cəmi bərabər tərəfli üçbucağın özünün hündürlüyünə bərabərdir.
53. məsələ. ABCD kvadrattır. CD tərəfinin üzərində M nöqtəsi götürülmüşdür. Ve SM MD'ye beraberdir. SM A ile işareti MD de A'dır. Kvadrat olduğu için taraf 2A'dır. BC 2A'dır. BKS'nin sahasını verip 12. Bu üst buzağın sahasını bize verip 12. Kvadratın sahasını tap. Kvadratın sahasını bilmək için əlbəttə ki, tərəfin 2A'nı tapmaq lazım. Yəni əvvəlcə bizim işimiz A'nı tapmaq olacaq. Bakın burada BC'nin üst buzağına fikir verin. Bu əlbəttə ki, düz bucağı üst buzağıdır. Çünki kvadratın bucaqları düz bucaqdır. Bakın burada oxşar üst buzaqlar var. Bu şəkil ümumiyyətlə metrik münasibətlərdən alınan nəticələrdir. Oxşarlıq bölməsindən aiddir. Əgər düz bucaqlı üç bucağın düz bucaq təpəsindən hündürlüyü çəkilibsə, baxın burada 3 ədəd düz bucaqlı üç bucaq alınır. Bunlar ikisi bilə böyük. Yəni hər üçü düz bucaqlı üç bucaqdır. Bu üç bucaqların hansı ikisini götürsəniz bir-birinə oxşardır. Yəni izahı da belə olar. Alfa əgər iti bucaqdırsa, bax burada digər iti bucağı beta götürsək, alfa üstə gəlib 90'a bərabərdir. Yəni iti bucaqların cəmi 90 dərəcədir. Deməli, bax bu da 90'dır. Düzdür. İti bucaqlardan biri betadırsa, deməli digəri alfadır. Bax bu da 90'dır. Deməli bu üç bucaqda iti bucaqlardan biri alfadırsa, digəri də betadır. Çünki alfa üstə gəlib beta 90'dır. Və buna görə də BB əlamətinə görə üç bucaqlar, bax bunlar hər ikisi bir-birinə oxşar olur. Və yaxud kiçik üç bucaq böyük üç bucağa oxşar olur. Hər ikisində alfa beta var. Və yaxud digər kiçik düz bucaq üç bucaq böyük düz bucaq üç bucağa oxşar olur. Oxşar üçbucaqların da sahələri nisbəti, oxşar üçbucaqların sahələri nisbəti onların uyğun tərəflərinin nisbətinin kvadratına bərabərdir. Bu da oxşarlıqda sahələrin nisbəti qaydası. İndi bax bu iki üçbucaq oxşardır ya da bir-birinə. Deməli 12'ni S2'ye nisbəti bərabərdir. 2A'nın digər üçbucaqda o tərəf A nisbəti 2A'nın A'ya nisbətinin kvadratı. S2 yani SK'ye müsbüzabından söhbət gedir də burada. S2 beraber olacaq. Deməli burada cavab 4'dür. S2 ilə beraber olacaq 3'ə. Deməli SK'ye müsbüzabının da sahəsi 3'dür. İkisinin cəmi 15. Deməli BS'ye müsbüzabının sahəsi S3 bucaq BS'ye bərabərdir 15'ə. Düz bucaqlı üç bucaqlı BS'ye digər tərəfdən 2'də 1 Vurulsun katetleri hasili 2A vurulsun A'ya beraberdir. Bu da 15'dir. Biz burada A'nın kvadratını tapabiliriz. A'nın kvadratı beraber olur 15'e. Bizden kvadratın sayısını soruşulur. Kvadratın sayısı 2A'nın kvadratına beraberdir. S, A, B, C, D. Kvadratın sayısı 2A'nın kvadratı. Yani 4A kvadrat. Kvadratta 15 olduğu için 4 vurulsun 15. Cevabımız olur 60. 54. məsələ. Mərkəz ABC üçbucağının AC tərəfinin üzərində olan çevrə digər tərəflərə toxunur. Yəni ABC üçbucağının iki tərəfinə ABC tərəfinə toxunan çevrədir. Çevrənin mərkəzi digər tərəfin, üçüncü tərəfin AC'nin üzərində yerləşir. AB'ni verir 8, BC'ni də verir 7, AC'ni də verir 9. Çevrənin radiusunu soruşur bizdən. Diqqətlə burada fikir veririk. Radiuslar əlbəttə ki, toxunan bir-birini bir atır. Buna görə bax burada bir bucaq işarəsi var. Bax biz burada bir ilə onu birləşdirsək, 2 dənə üç bucaq alınacaq. ABO, BOC. ABO üç bucağının sahəsi ilə BOC üç bucağının sahələrinin cəmi üç bucağın ABC'nin sahəsinə bərabər olacaq. ABC'nin bir sahəsini Heron-Dustur ilə tapa bilərik. Müxtəlif tərəfli üç bucaqdır. 7, 8, 9 tərəflər verilir. Deməli, əvvəl yarım perimetri tapaq. 8 üstə gəlir 7, üstə gəlir 9. Bölünsün 2. Bu da bize verir 12. S yanında beraberdir. 12 vurulsun, 12 çıkılsın 8, 12 çıkılsın 7, 12 çıkılsın 9. Ve buradan 12 vurulsun 4, vurulsun 5, vurulsun 3. 4 vurulsun 3 ile 12 verir bize. 2'den 12 var, biri kökten çıkar. 5 kalır kökün altında. Bu iki üçbucağın da sahələrinin cəmi böyük üçbucağın ABC'nin sahəsinə bərabərdir. Yəni S üçbucaq ABO S üçbucaq BOC bərabərdir. S üçbucaq ABC. Bunlara uyğun düsturlar yazsaq 2'də 1 lahaş ilə 2'də 1 tərəf olaraq AB olsun hündürlükdə radius gedir. Üstə gəl 2'də 1 BC vurulsun
bərabərdir SABC-nin sahəsi. Bu da 12 kökdə 5. Deməli, burada 2-də 1 20 tərəzə xaricini çıxa bilər. 2-də 1 çıxsın və tərəzənin xaricini qalır AB üstəgəl BC. AB üstəgəl BC, bunlar da qiyməti məlumdur. Yenə qoyub yeri tapa bilərik. Burada 12 kökdə 5. Deməli, 2-də 1 vurulsun AB üstəgəl BC 8, 7 topladıq 15. Buradan 15 bərabərdir 24 kökdə 5. Bərabərdir 24 kökdə 5 bölünsün 15. İxtisar getsə 8 kökdə 5 bölünsün 5. Keçək 55-ci məsələyə. O mərkəzi AC hipotenusunun üzərində olan yarımçevrə ABC düzbucaqlı üçbucağın katetlərinə toxunur. Baxın, AB katetinə və BC katetinə toxunur. BO parçası B ilə onu birləşdirək. BO parçası üçbucaq sahəsini 24 və 36 cm kvadrat hissələrə ayırır. Deməli, ABO-nun sahəsi 24 kvadrat santimetrdir, BOC-nin sahəsi isə 36 kvadrat santimetrdir. Tərəfə AC olan kvadratın sahəsini soruşur. Deməli, biz əvvəlcə AC-ni buradan tapmalıyıq. Deməli, yadımıza nəyi salırıq? Sahələr nisbəti AO-nun OC-yə nisbətidir. Bunu yadımıza salırıq. S AOB-nin sahəsinin S BOC-nin sahəsinə nisbəti bərabərdir AO-nun OC-yə nisbəti. Bu da bərabərdir 24-ün 36-ya nisbəti, yəni 2-nin 3-yə nisbəti. Deməli, 2K 3K. Digər tərəfdən nəyə fikir veririk? BA və BC çevrəyə xaricdən toxunur. Və bu toxunanların kesişmə nöqtəsindən B'dən çevrənin mərkəzi birləşdirilib. BO parçasının fikirləsi mərkəzdən birləşdirilib. Bu zaman BO tənbələn olur. Bax, bu B dəfəsində görəcək bərabər olur. Əgər mərkəzdən birləşsə. Əgər tənbələndirsə, onda AB-nin BC-yə nisbəti. Bu da tənbələnin xassəsinə görə AB-nin BC-yə nisbəti AO-nun OC-yə nisbətinə bərabərdir. Deməli, bu da 2-nin 3-ə nisbətinə bərabərdir. Yəni, bura 2 emirsə, burada BC ilə 3 emilir. İndi nəyə baxırıq? ABC üçbucaqdır. 24-dən 36-ını toplayanda SABC-nin sahəsini qeyd edə bilərik. S üçbucağı ABC bərabər olacaq 24 üstəgəl 36. 60. Digər tərəfdən üçbucağı sahə düsturunu tətbiq edə bilərik. 2-də 1 AB vurulsun BC. 2N vurulsun 3N bərabərdir 60. Burada bu ikilər ixtisar getsə 3N'in kvadratı 60. Buradan N kvadratı tapırıq 20. Digər tərəfdən deməli, tərəfə AC olan kvadratın sahəsini soruşur. Biz AC-ni tapmağa çalışırıq. Düzbucaqlı üçbucaqda AC kadetdir. Deməli, Pifagor teoreminə görə N kvadratı tapa bilərik. AC-nin kvadratı bərabərdir AB-nin kvadratı üstəgəl BC-nin kvadratı. Deməli, AC-nin kvadratı bərabərdir 2M'in kvadratı üstəgəl 3M'in kvadratı. Bu da bizə verir 4, 9, 13 M kvadrat. M kvadratla tapmışıq 20. Bizə AC kvadrat lazım idi də. Deyirdi, tərəf AC olan kvadratın sahəsini tapın. S kvadrat bərabərdir ilə AC-nin kvadratı. AC-nin kvadratı da 13 M kvadratdır. M kvadratı da 20 tapmışıq. Deməli, 13 vurulsun 20 cavabımız olur 260. Keçək 56-cı məsələyə. Deməli, ABC üçbucağı verilib. Bir dənə ABC üçbucağı çəkək. AD tərəfin üzərində D nöqtəsi götürülüb. D nöqtəsi tərəfin BD-nin AD-yə nisbəti 2-1 nisbətində bölünür. Yəni, bax, burada bir dənə D nöqtəsi götürsək, BD-nin AD-yə nisbəti 2-1 nisbətindədir. 2K bölünsün K. AY medianı CD parçası ilə O nöqtəsində kəsişir. AY medianı deyirsə, Y burada orta nöqtədir. AY medianı çəkək. CD parçası ilə C ilə də D-ni birləşdirək. Burada bir CD parçası var. Kəsişir O nöqtəsində. AOD-nin sahəsini bizə verir. Bax, bu üçbucağın sahəsini bizə verir 20.
Bizden böyle üçbucağın sahəsini soruşur, ABC'nin sahəsini soruşur. Deməli, burada da biz tərəflərin nisbətinə diqqət edirsək, bir ilə onu birləşdirsək, baxın, üçbucaq alınır A, O, B. Üçbucağın sahələrinin nisbəti demişik ki, uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni, 1-2-yə nisbətidirsə, sahələr də 1-2-yə nisbətidir. K-ya uyğun gələn sahə 20-dirsə, 2K-ya uyğun gələn sahə burada 40 olmalıdır. İkincinin mediana baxın, A-ya mediandır. Median üçbucağın sahəsini bərabər bölür. Üçbucaq ABY-nin sahəsi, üçbucaq ABY-nin sahəsi bərabər olmalıdır üçbucaq ACY-nin sahəsinə. Baxın, burada bərabərlik var mediana görə. Yəni, bu iki üçbucağın sahəsi bir-birinə bərabərdir. Biz bunların sahələrini bilmirik. Hələlik S ilə işarələyək. Deməli, 20 üstə gəl 40 üstə gəl S bərabər olmalıdır. S üstə gəl üçbucaq AOC-nin sahəsi. Üçbucaq AOC-nin sahəsini də hələlik belə yazaq, hələ üçbucaq AOC-nin sahəsi. Buradan üçbucaq AOC-nin sahəsini tapaq. Bərabər olur 60-a. Bir şəkildə də rahat bölünür. 60 üstə gəl S-dirsə, S üstə gəl, bax, burada da 60 olmalıdır. Bir qalır S-ləri tapmaq. S-ləri də tapmaq üçün bir CD parçası ilə gəlin baxaq. CD parçası ABC üçbucağının sahəsini bölür 2-1 nisbətində. Çünki dediyimiz kimi sahələr nisbəti uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni S üçbucaq BCD-nin S üçbucaq ACD-yə nisbəti bərabər olacaq 2-nin 1-ə nisbəti. S üçbucaq BCD. BCD-yə baxın, 2S üstə gəl 40. 2S üstə gəl 40. Bölünsün ACD. ACD də 20 üstə gəl 60. Bərabərdir 2-nin 1-ə nisbəti. Deməli, 2S üstə gəl 40 bərabərdir 80 vurulsun 2, 160. Buradan da S bərabər olur 60-a. Deməli, S 60-dır və bizdən ABC-nin sahəsini soruşur. S ABC də bərabər olacaq 60, 60, 60. 180, bu da 60. 240. Həll 7-ci məsələyə baxaq. Düzbucağın, üçbucağın, düzbucağın tənbələrin hipotenuzu 15 və 20 sm hissələrə bölür, üçbucağın sahəsini tapın. Deməli, bir dənə düzbucaqlı üçbucaq çəkək. Bu düzbucaqlı üçbucağın düzbucağının tənbələri. Hipotenuzu 15 cm və 20 cm hissələrə bölür. Əgər tənbələndirsə, tənbələnin xassəsini yadımıza salıb, tənbələn çəkildiyi tərəfi digər iki tərəflə mütənasib parçalara ayırır. Yəni, A katetinin B katetinə olan nisbəti bərabər olacaq 15-in 20-yə nisbəti. Yəni, 3-ün 4-ə nisbəti. A olur 3K, B olur 4K. Digər tərəfdən də biz Pifaqor teoremi tətbiq edə bilərik. A kvadrat üstə gəl B kvadrat bərabərdir 25 üstə gəl 15, 35-in kvadratı. A kvadrat 9K kvadrat, B kvadrat 16K kvadrat, 25K kvadrat bərabərdir. 35'i de 35 vurulsun 35 yazar. 25'den 35'i 5 yaparak burada 7 kalsın, burada 5. 5'den de 35'i yana yaparak burada kalsın 7. Deməli, K kvadrat oldu 49. K oldu 7. K 7'dir. Bizden üçbucağın sayısını soruşur. Elə katetlər tapaq. A bərabərdir 3K, yəni 21. B bərabərdir 4K, yəni 28. S bərabərdir 2'də 1 AB. S bərabərdir 2'də 1 A, yəni 21 vurulsun B, yəni 28. Buradan da 2, 28 gelir 14. S bərabər olur 21 vurulsun 14. Özə bir 294. 58-ci məsələyə baxaq. Medianlarının keçirmə nöqtəsi tərəfindən 3 cm məsafədə olan bərabər tərəfli üçbucağın sahəsini tapın. Deməli, bir dənə bərabər tərəfli üçbucaq çəkək. Medianların kesişmə nöqtəsi. Median həm də hündürlüyüdür bərabər tərəfli üçbucaqda. Medianların kesişmə nöqtəsindən tərəfinə qədər məsafə 3'tür, bura 3'tür.
Biz de veririk iç buzağın tepeden çekip başlayarak medianlar 2-1 nisbətində bölünür. Əgər üçdürsə, bax bu parça 6'da, onda median 9'dur. Median 9'a bərabərdir. Bərabər tərəf üç buzağın medianın hündürlüyü, tənbəlin hamısı eynidir və düstur belədir. A kökdə 3 bölünsün 2. Deməli, A kökdə 3 bölünsün 2 9'a bərabərdir. A kökdə 3 18'e bərabərdir. A da bərabərdir 6 kökdə 3. Bərabər tərəf üç buzağın sahəsini soruşulur. Sahə düsturu A kvadrat kökdə 3 bölünsün 4. 6 kökdə 3'ün kvadratı. Deməli, 108 kökdə 3 bölünsün 4. 108'i də 4'e böləndə 27. 27 kökdə 3. Keçirik 59-cu məsələyə. Düz bucağın bir tepeden çıkan tembelin ve diğerinin arasındaki bucak 30 derecedir. Bir de düz bucağını çeker. Bu düz bucağının diğerini aldım. Ve bir de hemen tepeden çıkan tembelen. Bu tembelenin ve diğerinin arasındaki bucak 30 derecedir. Yani bak buradaki bucak 30 derecedir. Tembelenin düz bucağından ayırdığı üç bucağın sahəsi 12,5'dir. Tembelenin düz bucağından ayırdığı üç bucaq deyəndə, yəni bunu nəzərdə tutur. Bu üç bucağın sahəsi 12,5'dir. Deməli, əgər tembeləndirsə, axı düz bucaqlıdır, bucaq düz bucaqdır. Bu tembelən 45-45 böləcək bucaqları. 30 derece buradadırsa, ona da düşəcək 15 derece. Deməli, bu da düz bucaqlı üç bucaqdır. Əgər tembeləndirsə, bilirik ki, bu da bərabər yanlı düz bucaqlı üç bucaq olmalıdır. Çünki çapraz bucaqlar var burada. Bucaq 45 derecedir. Hər ikisi A qeyd edilir. Və sahə 12,5'dir. Baxaq buradan görək. A'nı tapaq. X bərabərdir. 2'də 1 A vurulsun A kvadrat. Deməli, 2'də 1 A kvadrat bərabərdir. 12,5. A bərabər olur 5'e. A'nı tapdıq 5. Bizdən düz bucağın sayısı soruşur. Deməli, biz onun uzunluğunu da bilməliyik. Keçirik. Deməli, digər üç bucağa adlandıraq. ABC'dir. İndi ACD üç bucağına baxırıq. ACD üç bucağında bucaq var 15 derece və qarşısındakı katet var 5. Tangensdən istifadə edə bilərik. Tangens 15 derece bərabərdir qarşı katetin bitişik kateti olan nisbətini 5'i B'ye olan nisbətini 15'i 45 derece çıxılsın 30 derece yaza bilərik. Tangens 45 derece çıxılsın 30 derece bərabərdir 5 bölünsün 1. Tangens alfa çıxılsın tekrar düsturunu tətbiq etsək. Tangens alfa çıxılsın tangens beta. Tangens 45 çıxılsın tangens 30 1 ise gəl. Tangens 45 derece vurulsun tangens 30 derece bərabərdir 5 bölünsün 1. Tangens 45 derece veririk ki 1'dir. Tangens 30 derece 1 bölünsün köklə 3. Deməli 1 çıxılsın 1 bölünsün köklə 3. Məxrəcdə də olacaq 1 hissədən 1 bölünsün köklə 3. Burada köklə 3'lər gedəcək. Surət qalacaq. Köklə 3 çıxılsın 1. Məxrəc köklə 3 isə gəlir. Və B'ni tapaq. B bərabər olacaq. 5 vurulsun köklə 3 isə gəl 1. Bölünsün köklə çıxılsın 1. Bizdən də sahəni soruşur. A da 5'e bərabərdir. X bərabər olacaq AB'yə. Yəni 5'i də olacaq 25. Köklə 3 üstə gəl 1. Köklə çıxılsın 1. Məxrəci ki, irrasionallıqdan azad etmək lazımdır. Məxrəc kvadratlar fərqli olacaq. Köklə 3 çıxılsın 1. Köklə 3 üstə gəl 1. Surəti də köklə 3 üstə gəl 1'in kvadratı olacaq. Kvadratı da olacaq 3 üstə gəl 2 köklə 3 üstə gəl 1. Deməli, surət 4 üstə gəl 2 köklə 3. Məxrəcdə də 2 olacaq. 25 vurulsun 4 üstə gəl 2 köklə 3 1 boşa 2'ni çıxaraq. Ötələzdən xaricinə. Burada kvadratlar fərqini bizə 2 verəcək. 2'ye bölsək qalacaq 25 vurulsun 2 üstə gəl köklə 3.
Bu da olacaq 50 üstəgə 25 kökdə 3 bir variantı. Keçirik 60-cı məsələyə. ABC-nin sahəsini verib 98 D-nin NC-yə nisbəti 3-ün 4-ə nisbətidir. M-in AC-yə paraleldir. AMC-nin sahəsini soruşur, bax, trapesiyanın sahəsini soruşur. Paraleli varsa oxşarlıqdan söhbət gedəcək burada. 3 bucaq MBN oxşardır 3 bucaq ABC. Yəni M-in AC-yə paralel olduğu üçün 3 bucaqlar bir-birinə oxşar. Və oxşar üçbucaqların sahələrin nisbəti SBM-nin SABC-yə nisbəti bərabərdir uyğun tərəflərin nisbətinin kvadratı. 3x-in 7x-in nisbətinin kvadratı. Deməli, SBM bölünsün 98, ABC-nin bizə 98 verir, 9 bölünsün 49. Buradan SBM-in bərabərdir 9 vurulsun 98 bölü 49. Deməli 98 ilə 49-a bölünür, B-nin olur 18. Və bizdən bu trapesiyanın sahəsini soruşurdu. SAMNC. Ümumi ABC üçbucağı 98 idi. 98 vurulsun 18 bərabərdir 90. Keçirik 61-ə. Bucağı üçbucaqda düz bucaq deməsindən hipotenuza çəkilmiş hündürlük onda 4 16 uzunluğu parçalara bölür. Üçbucağın sahəsini tapın. Birer düz bucağı üçbucaq çəkək. Düz bucaq təpəsindən hipotenuza hündürlük çəkilir. Bu hündürlük 14, 4 və 16 uzunluğu parçalara bölür. Üçbucağın sahəsini soruşur bizdən. Deməli, bax, bu hündürlüyün qaydası var. Hündürlüyün kvadratı bərabərdir 4 vurulsun 16. 64, buradan da çıxır 8. Deməli, H 8-dir. 8-dirsə üçbucağın sahəsini ilə S bərabər 2-də 1 AH-la tapa bilərik. Tərəf olaraq hipotenuzu götürürük. 4, 16, yəni 20. 2-də 1 vurulsun 20 vurulsun H. H-ı da 8 tapdı. Cavabımız olur 80. Keçirik 62. AC BC-yə bərabərdir. AD BD-yə bərabərdir. CO 2-dir. ABC-nin sahəsini soruşur. Deməli, AC BC-yə bərabər. Bərabər yanı düz bucağı, üst bucağı təpəsindəki Z bucağına baxın, düz bucaqdır. Və AD BD-yə bərabərdir. Deməli, Z mediandır. Median təpədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni, 2-dirsə, o deyəndə 1-ə bərabərdir. Və median hipotenuzun yarısına bərabərdir. Deməli, AD-də 3-dür, BD-də 3-dür. Hipotenuz olur 6. Onda AC bərabər olacaq. 6 bölünsün kökdə 2. Yəni 3 kökdə 2. Və bizdən ABC-nin sahəsini soruşur. Düzbucaq üçbucağın özünün 2-də 1 AB katetlər hasilini də tapmaq olar. Digər tərəfdən də elə CD burada mediandır. Bərabər yanında üçbucaqda həm mediandır, həm də hündürlükdür. S bərabərdir 2-də 1. AB vurulsun CD ilə də tapmaq olur. AB 6, CD-də 3. Cevabımız olur 9. Altmış üç də oxşar sualdır. Düzbucağı üçbucaqdır. AC BC-yə bərabərdir. Deməli, bərabər yanı düzbucağı üçbucaqdır. Deməli, AD də BD-yə bərabərdir. Düzbucağı üçbucaqda düzbucaq təpəsinə deməli median çəkilir. Bərabər yanı düzbucağı üçbucaqda median həm də bu da hündürlük. Deməli, BY də YS-yə bərabərdir. Yəni, hər ikisi mediandır. Medianlar da kesişir. Kesişmə nöqtəsinə 2-1 nisbətində bölünür. OD2, OD2 isə CO2 nisbətindədir. Yəni, 4. Və median hipotenuzun yarısına bərabərdir. Deməli, hipotenuz olur 12. Bunda elə S bərabərdir. 2-də 1 AB vurulsun. H, CD ilə sahəndə bax. 2-də 1 AB 12, CD-də 6. Cavabımız olur 36. 64-cü məsələyə baxaq.
Beraber yanlış uzanın oturacağı üzerine götürülmüş nöqteden yan tərəflərdən birinə qədər məsafə 7'dir. Bir də beraber yanlış uzaq çəkək. Oturacağı üzerinde götürülmüş nöqteden yan tərəfə qədər olan məsafə 7'dir. Üçbucağımız olsun ABC. Deməli, həmin nöqtədən diğer yan tərəfə qədər olan məsafəni soruşur bizdən. Yəni, bax, buradan buraya qədər olan məsafəni bizdən soruşur. Oturacaqdakı nöqtədən, daha doğrusu təpədən qarşı yan tərəfə qədər məsafə 15'dir. Yəni, A təpəsindən BC-yə qədər olan məsafə 15'dir. Hələlik bu qalsın. Baxın, BD-ni gəlmirləşdirək. Keç bucağında burada SABD, SABD ve gel SBCD. Beraber de böyük bucağın sayesinde SABC'ye. Deməli, baxın, bu iki üç bucağı üçün, biz yəni sahələri üçün 2'də 1 AH-la ifadələr qura bilərik. 2'də 1 A vurulsun X. Gəl 2'də 1 A vurulsun 7. Beraber de böyük bucağın sahəsi. Böyük bucağın sahəsində də elə bir ki, baxın, oturacaqdakı təpədən qarşı yan tərəfə qədər hündürlük, məsafə, bax, belə bir cümlə də var burada. Yəni, bax, belə bir hündürlükdür. Oturacaqdakı təpədən qarşı yan tərəfə qədər məsafə. Bunu bizə verib 15. Yəni, digər tərəfdən SABC-nin sahəsi 2'də 1 A vurulsun 15. Getir, bax, burada nəzər ala bilərik. 2'də 1 A vurulsun 15. Bakın her tarafta 2'də 1 A var. Her tarafı 2'də 1 A'ya bölsək qalacaq X üstə gəlir 7 beraberdir 15. Ve buradan X'i tapırıq. X beraber olur 8'e. Elimizden bunu soruşturduğu nöqtədən digər yan tərəfə qədər məsafə X idi. X'i da tapdıq 8. 65-ci məsələ ABCD paralelogramda ABD bucaqlarının təmələnləri M nöqtəsində kəsilir. AM 15'dir. Perimetr 51'dir. AB'nin üst bucağının sahəsini soruşur. Deməli, AM-i bizə verib 15 və təmbölənlərdir. AM təmböləndirsə, onda AB BM-ə bərabər olur. Bərabər yanlış bucaq olur. Paralelogram isə qarşı tərəfdə A'dır. Bu bucaqlardan bərabərdir. Təmbölən olduğu üçün bu da çarpazdır. Deməli, bərabər yanlış bucaqdır. A'dırsa MC də A'dır. Onda AD'də 2A'dır. Perimetri 2A üstə gəl 2A üstə gəl 2A. 51 6A 51. Buradan A beraber olur. 51 bölünsün 6. 3 ixtisar gedir. 2'də 17. AB'nin üst bucağının sayısını bizden soruşur. Bakın AB'nin üst bucağını gelin. Beraber çekeyim burada ayrıca. Beraber yanlı üst bucağıdır. A'nı tapdıq. 17 bölü 2. 17 bölü 2 8 tam 10'da 5. Ve AM'i de özü bize vermişti. AM 15'dir. Hündürlük çekebilərik. Beraber yanlış bucaqda hündürlük hem de mediandır. Bölünür 7 tam 10'da 5. 7 tam 10'da 5. Figurunun hündürlüğü tapa bilərik. Deməli 8 tam 10'da 5'in kvadratı çıxılsın 7 tam 10'da 5'in kvadratı. Kvadratlar fərqi ilə baxsaq 8 tam 10'da 5 çıxılsın 7 tam 10'da 5. 8 tam 10'da 5 üstə gəl 7 tam 10'da 5. Bu da bizə verir 16. Deməli hündürlüyü 4. Və bucağın sayısını buradan tapa bilərik. 2'də 1 15 vurulsun 4. Bu da bize verir 30.